Məncə başlayaq. Başlayaq Nəzrin. Mən səni hər ehtimala co-host elədim ki, kimsə waiting room-a gəlsə, məncə o səndə də düşəcək. Sən onu qəbul edə bilərsən. Okay, əla. Okay, əla. Bir daha. Salam hamıya bir daha. Bilirəm Azərbaycanda çox keçdi, amma yenə də ümid edirəm ki, çox vaxtınızı almadan faydalı bir görüş olacaq. Bir daha hamınızı təbrik eləyirik. Çox uğurlu olsun. Ümid edirəm ki də uğurlu olacaq. İsveçdəki təhsil həyatınız sizə çox şey qatacaq. Ən azından mənim öz təcrübəmdə elə olmuşdu. Həm təhsil olaraq, həm həyat olaraq çox şey qatıb. Ə, Və məncə başlayaq. Bugünkü görüşün əsas məqsədi dediyimiz kimi ilkin məlumatlardan sizə verməkdə, hansı ki bu ilkin əsas məlumatlar da İsveçdə müxtəlif şəhərlər üzrə yaşayış yerini necə tapmaqdır, ümumiyyətlə living cost nə qədərdir, tələbə həyatı necə keçir və bir də ən əsas da təbii ki, resident permit-ə necə müraciət etmək lazımdır. Bunlar barədə danışacağıq. Ki hansı ki əslində növbəti mərhələdə də çoxlu məsələlər olacaq, sizin özünüzün bilməli olduğunuz və sair. İsveçə gəldikdən sonrakı mərhələlər ki, onlara da aid daima biz görüşlər keçirəcəyik ki, məlumat olasınız. Həmçinin bizim şəhər qruplarda olacaq ki, oradan da soruşa biləsiniz. Amma qısaca bugünkü görüşün məqsədi sadəcə sizə müxtəlif şəhərlər üzrə yaşayış yerini tapmaq və ən əsas məsələ də yaşayış icazəsinə müraciət eləməkdir. Bu belə. Və dəqiqə. Hə, bugünkü offline bu onlayn bu tədbirimizin də əsas agendası bu olacaq ki, birincisi təbii ki, çox qısa yenə də sizə sahə haqqında məlumat verəcəm. Hansı ki, bunlar hamısı bir təşkilat olaraq keçirilir. Yəni fərdi olaraq mənim initiationum yaxud da başqa bir initiation deyil. Bir təşkilat olaraq Sananın initiationıdır. Bizim qısaca board memberlər kimlərdir? Daha sonra əsas məsələyə keçəcək ki, resident permit müraciəti necə olur, hansı mərhələlərdən keçilir və s. Daha sonra müxtəlif şəhərlər üzrə yaşayış optionlarından danışacağıq, yəni hardan necə tapa bilərsiniz. Daha sonra tuition fee-nin ödənmə məsələsidir, hansı ki, bununla bağlı da suallar alırdıq. Kiçik məqamda olsa, xüsusilə də SI qalibləri üçün, amma bu barədə də toxunacağıq. Və bir də arrival day məsələsi var. Hər universitet, hər şəhər üçün buna toxunacağıq. Ən sonda da ailə ilə köçmək məsələsi ki, indi bilmirəm hal-hazırda məsələn bizim bu iki üzvlərdən ailə ilə köçən varmı ya yox, olsa bildirə bilər burada kommentlərdə ki, ailəli olaraq köçən bir üzvümüz də keçən ildən qoşulacaq məlumat vermək üçün sualınız olsa əgər. Və ən sonda da sadəcə sizə kiçik bir living costlar barədə qrafik göstərəcək ki, təxmini İsveçdə yaşayış necə görünür. Hər nə qədər çox update-də olmasa. Başlayaq birincisi. Bu arada mənim səsim yaxşı gəlir də Nəzrin, hə? Əla. Əla. Okey. Başlayaq birincisi Sanadan. İlkin olaraq da qeyd elədiyim kimi, ümumiyyətlə təşkilatın özünün açılışı İsveç tələbələri və məzunları şəbəkəsidir. Və hansı ki biz 2020-ci ildə öz fəaliyyətinə başlayıb və hal-hazırda da həm İsveçdə, həm Azərbaycanda fəaliyyət göstəririk, həm akademik, həm sosial fəaliyyətlər üzrə ki, müxtəlif dəstəyimiz olur ki, bunlardan da ən böyük dəstək təbii ki, həm Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyidir, həm də ki, İsveç Krallığının Azərbaycan Respublikasındakı səfiridir ki, bizə daim müxtəlif fəaliyyətlər üzrə dəstək olurlar. Və bizim əsas məqsədimiz də həmişə qeyri-siyasi olub, sadəcə tələbələri təhsil istiqamətli tədbirlərdə bir araya gətirməkdir. İlham, çox üzr istəyirəm. Prezentasiyanı share etmisənsə, başlamısan? Aha, yes etmişəm, görünmür, hə. Yox, o ekran görünmür. Bu onda şey olur. Okey. Onda mən təzədən bunu share edeyim. Məncə indi görünür. Hə, Okey. indi görünür. Hə, çox sağ ol dediyin üçün. Burada arada belə problem olur. Əgər görünməsə, onda mənə bildirərsən. Okey. Və əsas məqsədimiz dediyimiz kimi sadəcə təhsil istiqamətli fəaliyyətlərlə məşğul olmaqdır və tələbə və məzunlarımızı müxtəlif şəhərlər üzrə, müxtəlif ölkələr üzrə bir araya gətirməkdir.
Qısaca belə və ümumən isə keçən dəfə də qrupda da qeyd etdiyim kimi daha ətraflı məlumat almaq üçün veb saytımızda və müxtəlif sosial şəbəkəmizə baxa bilərsiniz. Təbii ki, çünki məsələn biz dünən də qeyd etdiyim kimi sizdən üzv olmanızı xahiş eləmişik. Bu həm bizim daha rahat fəaliyyət göstərməyimiz üçün, həm də üzvlərimizin rahatçılığı üçündür. Amma təbii ki, bir təşkilata da üzv olmamışdan əvvəl o təşkilatla tanış olmaq da təbii ki, sizin hüququnuzdur ki, bu təşkilat nə istiqamətdə fəaliyyət göstərir, mən üzv olsam nələr əldə edəcəm tipli. Ki bunları da daha ətraflı bizim veb saytdan və digər sosial media hesablarından baxıb qərarınızı verə bilərsiniz. Bu belə. Ə, Dəyişdi Nəzrin ekran. Əla. Bu isə bizim hal-hazırki board memberlərimizdir. Ümumiyyətlə biz iki cür bizdə board formalaşır. Birincisi icra idarə edici heyətdir, bir də məşvərət şurasıdır. Hansı ki, idarə edici heyət bir ildən bir dəyişir və müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərir. Məşvərət şurası isə 2 ildən bir dəyişir ki, adından da göründüyü kimi məşvərət xarakteri daşıyır. Və bu ilki idarə heyətimiz isə üzvləri gördüyünüz kimi bu şəxslərdir. Hansı ki, bəzilərini artıq qrupda tanış olmusunuz. Ki, Gülgün xanım prezidentdir, İlhamə yeni mən özüm vice prezident olaraq fəaliyyət göstərirəm. Nəzrin bugün aramızdadır, o marketinq direktorumuzdur. Məftun özü də aramızdadır, sizə məlumat verəcək hətta Qatınburq üzrə. O da sosial fəaliyyətlər üzrə direktorumuzdur. Nərmin xanım akademik fəaliyyətlər üzrə direktorumuzdur. Aydın aramızda olmalıdır. O da xəzinədar fəaliyyəti göstərir. Və Süsən xanım isə üzvlər və qeyri-üzvlərlə iş üzrə direktorumuzdur, hansı ki tez-tez görəcəksiniz. Bu qısaca bizim board memberlər haqqında. Çox vaxtınızı almadan buradan. Bu isə Məşvərət Şurasının üzvləridir ki, Fatimə xanımdır, Güneyl, Elmar bəy, Həsən bəy və Fəqan bəy. Belə, başlayaq məncə əsas məsələlərə, hansı ki, birinci məsələ elə yaşayış icazəsi məsələsidir ki, yaşayış icazəsini necə almalısınız və proseslər necə getməlidir. Əslində aşağı-yuxarı bir qədər məlumat vermişik, amma ilkin olaraq ondan başlayım ki, ümumiyyətlə İsveçdə bəzi ölkələrdən fərqli olaraq siz viza alıb gedib ölkədə yaşayışa müraciət eləmirsiniz. Birbaşa elə İsveçin özünə girməmişdən əvvəl resident permit-ə müraciət edirsiniz ki, onu alasınız, ondan sonra ölkəyə tamamilə girəsiz və artıq İsveçə gələndən sonra hər hansı bir yerə müraciət edib yenidən nəsə bir vizamı deyim, hansısa bir başqa bir sənəd almağa ehtiyac yoxdur. Və proseslər necə başlayır? Deməli, siz artıq deyək ki, qəbulu almısınız, hətta SAY-ə göndərmisiniz. Düzdür, SAY ayın 9-u sizə də təsdiq göndərir və bəzən deyir ki, bizim təsdiqimizi gözləyin, daha sonra miqrasiyaya müraciət edin. Amma keçən ilki təcrübədə olmuşdu ki, yəni tələbələr o təsdiqi gözləmədən də müraciət edib artıq proseslərə başlamışdı. Ona görə yəni siz də artıq əlavə nəsə bir sənəd toplamağa və s. ehtiyac yoxdursa, miqrasiyanın saytından, hansı ki mən o saytı da indi sizə göstərəcəm. Düzdür, mən bugün biraz girməyə çalışdım, amma nəsə error verirdi. Olur arada, yəni belə bir şeylə rastlarsanız nəzərinizdə olsun. Ki o saytdan, qeydiyyatdan keçib artıq sənədləri yükləyib müraciət edə bilərsiniz. Ki birinci mərhələ də elə məhz bu müraciət mərhələsidir. Hansı ki müraciət mərhələsində hər şey tamamilə onlayn olacaq. Miqrasiyanın saytında lazım olan bütün sənədləri yükləyəcəksiniz. Hansı ki sistemə də girəndə, özünüz də sistemdə işləyəndə görəcəksiniz ki, əslində çox rahatdır sistem. Çünki hər mərhələ üzrə açıq-aydın sualları verir və siz o suallara uyğun da lazımi sənədləri yüklüyorsunuz. Və ondan sonra da müraciəti tamamlayırsınız. Sadəcə burada bir məqam var. Aramızda bilmirəm, özü maliyyələşən tələbələrimiz varmı və yaxud da ki, hər hansı başqa bir təqaüdlə gələn. Olsa qeyd eləyərlər, buna uyğun daha spesifik deyərik. Amma ESA ilə gələn tələbələr üçün bu proses çox rahat olur. Çünki sizdən tələb olunan bütün hissələrdə elə ESA-nın sizə təqdim elədiyi ki, o müqavilə var. Onu ətəç edirsiniz. Məsələn, sizdən orada sual istəyir ki, özünüzü hansı formada finanse edirsiniz, yəni maliyyələşdirirsiniz. Həmin o suala scholarship seçirsiniz və ESAIN sənədini yüklüyorsunuz. Və yaxud da ki, orada digər başqa suallar da var idi, hansı ki, bununla bağlı bizim özümüzün də SANA hazırladığı bir guideline var. Onu da bölüşəcəm. Təxmini görəcəksiniz ki, addım-addım əslində necə müraciət etmək lazımdır. Yəni hər bir hissədə demək olar ki, ESAIN sənədini yüklüyorsunuz deyə
Bu sizin üçün çox rahat olur. Yəni məsələn, özü maliyyələşən tələbələri ona görə soruşdum ki, normalda onlar artıq banka pul qoymalıdılar müəyyən qədər, yəni tələb olunan qədər ki, o bankdan o sənədi alıb həmin hissəyə ətəç eləməlidirlər. Amma SI-də belə şeyə ehtiyac yoxdur. Çünki artıq o müqavilə sizi təsdiq eləyir ki, sizin maliyyəniz scholarship-dən gəlir. Və SI tələbələri üçün belə bir məsələ də var ki, siz application fee ödəməkdən azadsınız. Normalda resident permit-ə müraciət edəndə 1500 İsveç kronu miqdarında, səhv etmirəmsə 1500 olmalıdır, bəlkə də daha az və yaxud da çox, amma bu civardaydı. Hər bir halda müraciət rüsumu var, amma SI scholarship olaraq siz bu müraciət rüsumundan azadsınız. Yəni scholarship seçib SI və sair bunları yükləyəndən sonra ən axırda heç bir şey sizdən tələb olunmayacaq. Və bütün bu proseslərin də hamısı onlayn şəkildə çox rahat gedir. Mən indi bundan sonra dayandırıb sizə guideline-ımızı da göstərəcəm ki, təxmini necədir proses. Ki onlayn deyək ki, müraciət elədiniz, hər şey tamamdır. Ondan sonra siz gözləyirsiniz. İkinci mərhələdə sizi biometrik dataların verilməsi üçün çağıracaqlar İstanbula. Çünki Azərbaycandakı səfirlik hal-hazırda bu işlərə baxmır deyə, yəni resident permitin verilməsi ilə bağlı. Ona görə siz təəssüf ki, bir dənə burada çətin məsələ odur ki, İstanbula gedib orada biometrik data verməlisiniz. Biometrik datada nədir? Yəni əl izidir, şəkil çəkməkdir və pasport yoxlanışıdır. Hansı ki, bunların hamısını elə bir yerdə eləyirlər. Bu prosesdə nə vaxt çəkir? Məsələn, deyək ki, siz mayın əvvəlidir, mayın 2-sidir. Növbəti bir həftə ərzində müraciət eləsəz, düzdür, case by case fərqlənə bilər, officerdən asılı olaraq da fərqlənə bilər, çünki hər şəxsdən asılı olaraq dəyişir. Amma ki, ümumi praktikadan, ümumi olan bir şeyi deyim ki, 2-3 həftə ərzində sizi çağırırlar ki, gəlin İstanbulda biometrik dataları verin. Yəni bayaq saydıqlarım əl izidir, pasport kontroludur və imza və s. bunların yoxlanışına çağırırlar. Bu da normalda eləyir, gəlir, çıxır mayın sonuna. Bu prosesdə biraz diqqətli olmaq lazımdır ki, yəni diqqətli nə mənada? Getməmişdən əvvəl İstanbuldakı konsulluğun saytını yoxlamaq lazımdır ki, onlar haçan işləyirlər. Normalda son 2 ildir prosesi izləyərək deyə bilərəm ki, məsələn, 1-4-cü günlər arası saat 9-10 belə bir saat aralığında işləyirlər. Yəni hər gün və yaxud da hər saatda deyil, limitlidir. Ona görə də tələbələr çalışır ki, gedəndə bu saat aralığına salsınlar ki, rahat şəkildə gedib işlərini həll edə bilsinlər. Amma hər bir halda nəzərinizdə olsun ki, getməmişdən əvvəl bu saatları və günləri yoxlayıb gedəsiniz ki, birdən dəyişiklik olsa nəzərinizdə olsun. Ki siz gedirsiniz, biometrik dataları İstanbulda verirsiniz və s. Ondan sonra gəlir, bir də bu hissədə mən yadımdadır ki, əgər burada nəsə sizin кейsdə fərqli olsa nəzrin deyərsən, heç bir appointment götürməyə ehtiyac olmamışdı. Yəni məsələn sizi çağırdılar, deyək ki, İstanbuldakı səfirliyə biometrik data vermək üçün. Orada appointment götürməmişdi. Elə dediyim kimi o işlək olan saatlar, hansı ki iş saatları ərzində siz gedib yaxınlaşsaz, rahatlıqla datalarınızı verib 5 dəqiqəlik prosesdir. Verib çıxacaqsınız. Yəni əvvəldən appointment götürməyə ehtiyac olmamışdı. Və bundan sonra da deyək ki, biometrik dataları verdiniz, hər şey həll olundu. Bundan sonra da yenidən özləri də qeyd edirlər 2-4 həftə ərzində ən tez müddətdə gözləməlisiniz, sizə yenidən bir mail gəlsin həmin konsulluqdan ki, sizin kartınız hazırdır. Bu kart hazır olur, belə sizə bir mail gələcək. Dediyim kimi, bu da normal praktikada, daha çox belə deyim, rastlanan praktikada, məsələn, mayın axırı əgər gedib biometrik datanı vermisinizsə, iyunun axırına yaxın sizə mail gəlir ki, bəs artıq sizin kartınız hazırdır. Amma burada bir məsələ, yenə bir incə məqam var ki, kart hazır olan kimi siz gedib birbaşa götürə bilərsinizmi miqrasiyadan? Bunu da eləyə bilmirsiniz. Çünki kart hazır olandan sonra sizə yenidən bir mail gəlməlidir ki, kartınız İstanbuldakı konsulluğa çatıb. Çünki sizə o kartınızın, yəni sizə qərarınızın verilməsi ilə bağlı mail gələcək İsveçdəki miqrasiya xidmətindən. Ki bundan sonra siz yenidən 2 həftə falan gözləməlisiniz ki, o kartınız gəlsin İstanbuldakı konsulluğa çatsın, gedib götürəsiniz. Yəni buradakı bu məqamı da nəzərinizdə saxlayın. Bu da gəlir başa çatır hardasa iyulun elə bil ki 10-15 aralığı. Ki tam deyək ki, sizin kartınız artıq gəlir İstanbul konsuluna çatır, oradan götürə bilərsiniz.
Yəni mənim özümdə və dediyim kimi digər tələbələrin əksəriyyətində proses belə baş vermişdi. Amma case by case officerdən də asılı olaraq biraz dəyişə bilər. Məsələn, keçən dəfə Nəzrin xanım qeyd eləmişdi ki, onda biraz daha uzanıb. Məsələn, avqustun ortasına qədər, yoxsa avqustun əvvəlinə qədər çəkmişdi. Yəni buna diqqət edərsiniz, amma hər bir halda proses belə gedir. Dediyim kimi, birinci onlayn şəkildə müraciət edirsiniz, daha sonra 2-3 həftə gözləyirsiniz ki, sizi çağırsınlar, ən tezi 2-3 həftə. Gözləyirsiniz ki, sizi çağırsınlar biometrik data üçün. Gedib İstanbulda biometrik datanı verirsiniz. Ondan sonra yenidən 2-4 həftə gözləyirsiniz ki, sizin qərar verilsin case üzrə ki, təsdiqləndi ya yox. Ki təsdiqlənəndən sonra da 2 həftə gözləyirsiniz ki, gedib kartı götürəsiniz. Bu da ən tez halda proses gəlir iyulun ortasına və səhər kimi çatır. Və təsdiqlənəndən sonra da sizin kart aktiv olacaq avqustun 1-dən. Yəni bu o deməkdir ki, siz avqustun 1-dən etibarən İsveçə giriş hüququ əldə edəcəksiniz. Yəni hər nə qədər tez əldə eləsəz də, təəssüf ki, İsveçə giriş eləmək istəsəz, başqa variantlarla, məsələn, deyək turist vizası və sair gərək alasınız ki, giriş eləyəsiniz. Yoxsa sizə verilən bu resident permit ancaq avqustun 1-dən etibarlı olacaq. Burada başqa incə məqamlar, bu ümumi prosesdir. İndi dediyim kimi guideline da göstərəcəm. Bir də burada yadımdadır ki, keçən il belə bir hal baş verirdi ki, bəzi tələbələr SI-ın müqaviləsini yükləmişlər. Hansı ki, demək ki, orada sizə soruşacaqlar ki, məsələn, sizin finansınız hardan gəlir? Normalda SI tələbələr də SI-ın o müqaviləsini yükləməlidirlər ki, orada görünür. Amma bəzi tələbələrə miqrasiyandan geri dönüş gəlmişdi ki, sənədiniz qəbul olunmur. Amma halbuki deyək ki, eyni sənəd, məsələn, A adlı şəxs yükləyib onunki qəbul olunub, B adlı şəxsinki qəbul olunmur. Çünki case officerlər həmişə fərqli olur. İşə baxan, yəni officerlər. Ki məsələn olurdu ki, bəzən ya təzə gəlirdi, hələ bilmirdi və s. ki onda məsləhət görürəm ki, mütləq geri dönüş edib onlara yazasınız ki, yəni faktiki praktika odur ki, bizim sənədimiz, bizim maliyyəmiz SAI-dan gəlir və biz bu sənədi yükləyirik hər il ki, bu sənədi qəbul edirlər. Ki bunu yazıb mailinə bildirəndən sonra onlar okey verirlər. Yəni keçən il bəzi tələbələrdə bu hal baş vermişdi ki, bu il sizə də baş versə, yəni nəzərinizdə olsun. Bir də burada ən əsas məsələ sığorta məsələsidir. Keçən il yenə deyirəm, bir dənə belə bir hal var idi ki, keçən ilə kimi SAI-ın özü sığortanı qarşılayırdı. Ona görə də orada sığorta sualı çıxanda elə yenə də həmin o SAI müqaviləsini yüklüyürdük. Çünki orada sığortanın da qarşılanmasına dair müddəa var idi. Amma bu il case fərqlidir. Bu il çünki sizdə artıq sığortanı SAI qarşılamır. Ona görə də burada da yenə bir fərqli məqam var. 1 illik gələn tələbələr və 2 illik gələn tələbələr. Bu məsələyə digər hissədə toxunacağam, amma indi onu deyim ki, İsveçdə ümumiyyətlə 1 illik və 2 illik gəlmək məsələlərində çox fərqlilik var. 1 illik gələn tələbələrə doğru dildə desəm yad kimi baxırlar. Yəni nə mənada yad kimi. Çox qısa müddətdə gəlirlər deyə onların personal number, yəni deyək İsveç şəxsiyyət vəsiqələri və s. olmur. Qısa müddət olduğu üçün və bu da ona görə olmur ki, qısa müddət olduğu üçün onlar İsveçin Population Registration orqanı var, elə bil ki, və yaxud da tax orqanı deyil, orada qeydiyyatdan keçmirlər. Ona görə də onlarda belə bir case olmur. Amma 2 illik gələnlərdə artıq onlar gələndən sonra da qeydiyyatdan keçirlər, həmin o İsveç ID kartını və s. alırlar deyə və onlara avtomatik sığorta və s. təmin olunmuş kimi görünür. Ona görə də bunu o case ona görə başa salıram ki, orada siz öz təhsilinizlə bağlı məlumatları daxil eləyəndə 1 illik və 2 illik olmasına asılı olaraq bəzilərində sığorta sualı var idi, bəzilərində yox. Səhv xatırlamıramsa 2 illiklərdə sığorta sualını vermirdilər. Çünki avtomatik məncə bilirdilər ki, gələndən sonra qeydiyyatdan keçib ID və s. alacaqlar. Ona görə avtomatik onlar sığortalanmış sayılacaq. Amma 1 illiklərdə sığorta və s. məsələsi təəssüf ki, İsveç özü dediyim kimi qeydiyyat olunmur deyə qarşılamır. Bu o deməkdir ki, yəni özünüz buradan getməmişdən sığorta məsələsini həll eləməlisiniz. Sığorta məsələsi ilə də bağlı suallara gələndə indidən qısaca deyim ki, necə həll eləyəcəksiniz? Normalda SAI-ın özünün həmişə sığorta verməsinə baxmayaraq, həmişə universitetlərin özü də sığorta ilə təmin edir tələbələri. Yəni mən məsləhət görürəm ki, sabahdan universitetlərinizə yazasınız ki, please mənə sığorta barəsində kömək göstərə bilərsinizmi? Ki onlar sizə sığorta ilə bağlı dəstək göstərəcəklər. Məsələn, Lundun özünün bilirəm ki, Lund Universitetinin belə bir
initiationu var ki, onlara sığorta ilə bağlı yazanda onlar sığortanı tələbəyə təmin eləyirlər, yəni sənədi verirlər və o sənəd əsasında siz miqrasiyaya müraciət edirsiniz. Amma dediyim kimi, burada kiçik bir məqam həmin orada o sığorta sualının olub-olmama məsələsidir ki, 2 illiklərdə səhv xatırlamıramsa o sual yox idi, amma 1 illik proqramı seçəndə o sual avtomatik gəlirdi. İndi siz də indi başlayın hər bir halda müraciətə, çünki zaten o müraciətə başlayan kimi o dəqiqə submit eləməli deyilsiniz. Dayandırıb yenidən daxil ola bilərsiniz və s. Müraciət vaxtı görürsə sığorta sualı var, onda universitetlə əlaqəyə keçin ki, onlar sizə sığorta sənədini göndərsinlər. Bu belə məsələ. Burada belə bir incəliklər. İndi mən bunu dayandırıb təxmini guideline-ı göstərəcəm sizə ki, sonradan zaten sizlə bölüşəcəyik, orada da detallı baxa bilərsiniz. Mhm. Mhm. Görünür indi ekranım. Görünmür. İlham. Ee, Bir dəqiqə yenidən eləyim. Hə, məncə indi görünməlidir. Görünür, görünür. Görünür? Yes, yes. Afşa, əla, əla. Hə, bu məsələn bizim resident permitlə bağlı guideline-da düzdür, tam update olmaya bilər, amma ən azından yəni sistemdə belə işləyir ki, ümumi yəni proseslər belə gedir. Məsələn, sizə belə bir suallar verilir. Tutaq ki, birinci başlayır personal information-la bağlı, ikinci contact information və s. ki, detallarınızı yazırsınız. Sonra burada pasport kopyasını attach edirsiniz. Ə, Hansı ki, burada travel document kimi və s. Hə, burada əsas məsələ dediyim kimi bu sualdır ki, contact with Swedish mission abroad. Burada şey seçəcəksiniz. İstanbul olanı seçəcəksiniz. Çünki bizim кейsə ancaq onlar baxır. Burada tipik suallardır. Hansı ki, keysinizdən asılı olaraq bunlara belə cavab verməlisiniz ki, əvvəl məsələn Schengendə olmusunuzmu? Məsələn, ümumiyyətlə İsveçə ziyarət eləmisinizmi? İsveçdə olmusunuzmu və s. falan. Application perioda gələndə, burada həmişə uşaqlar, yəni tələbələr buna sual verirlər ki, haçandan qeyd eləməliyik. Normalda düzdür, SI bunu özü qeyd eləyir. Amma indidən özünüz də qeyd eləyə bilərsiniz. Hansı ki, sizə o təsdiqlə bağlı göndərəcək. Onda miqrasiya ilə bağlı guideline-lar da göndərir ki, məsələn belə çox böyük bir şey deyil, düzü. Ona görə deyirəm ki, bəzi tələbələr heç keçən il gözləməmişdi, amma hər bir halda orada qeyd edir ki, məsələn, 1 illik proqramda nə qədər müddət qeyd edin, 2 illik proqramda nə qədər. 1 illik proqramda normalda avqustun 1-dən iyunun 31-nə kimi qeyd edirlər. Düzdür, tələbələr həmişə biraz daha çox gedib, məsələn, iyunun 1-dən avqustun 1-nə kimi qeyd edirlər, amma miqrasiya onsuz da necə istəyirsə özü elə qərar verəcək ki, necə istəyirsə də deyil, həmişə dediyim kimi avqustun 1-dən başlayır, iyunun ortasına kimi verirlər. Məsələn, iyunun 15-nə və yaxud da 21-nə və s. Ona görə siz də tutaq ki, məsələn, bu il müraciət edirsiniz də avqustun 1-i 2025-dən iyunun 31-i ya da 30-undan 2026 müraciət edə bilərsiniz. Bu 1 illik üçündür. 2 illikdə isə bu periodu elə bil 2 il sonraya götürəcəksiniz də. Amma eynən avqustun 1-dən iyunun axırına kimi. Bax belə bir şey. Daha sonra burada studies hissəsi gəlir. Hansı ki, bu əsas o məsələdir ki, burada müraciətinizi edirsiniz ki, məsələn, mən tutaq ki, bu təhsillə gəlirəm, mənim təhsil haqqını ödəməmək səbəbi məsələn scholarshipdir. Hansı ki, scholarshipin sonra dokumentini attach edəcəksiniz. O da dediyim kimi, burada scholarshipin birincisi universitetlə bağlı acceptance letter qeyd eləməlisiniz. Burada da məqam ondan ibarətdir ki, uşaq tələbələr həmişə sual verirlər. Məsələn, bəzi universitetlər acceptance letter göndərmir. Amma ki, məsələn, ya da bəziləri ayrıca göndərir. Ya da ümumiyyətlə göndərməyənlərdə də o Notification of Selection Results adlı dokument verir, hansı ki University Admissionsdan sizə verilir. Onu attach edə bilərsiniz. Əgər universitet özü sizə ayrıca bir acceptance letter göndərmirsə. Məsələn, yadımdadır ki, keçən il belə кейslər var idi ki, universitet özü ayrıca acceptance letter göndərmirdi. Elə demişdi ki, bizim acceptance letterimiz artıq elə o Notification of Selection Results'dur, onu attach eləyin.
və onu attach eləmişdilər. Ki, burada da nəzərinizdə olsun ki, yəni onu attach eləmək okeydir, eləyə bilərsiniz. Və bu belə, yəni universitet detalları ilə bağlı qeyd eləyəcəksiniz, hansı universitetə, hansı proqrama daxil olmusunuz və s. falan. Ki, sonra scholarship məsələsidir ki, onu qeyd eləyəcəksiniz. Burada contact person'dır, yəni contact person kimi qoyacaqsınızsa, onu qeyd eləməlisiniz. Və daha sonra burada belə bir sual gəlir. Intention to study and current position. Burada yəni sual elə bil ki, iki dənə belə bir sual olur və short çox qısa şəkildə yazmalısınız ki, məsələn, niyə bu təhsili seçmisiniz və hal-hazırki məsələn statusunuz nədir, işləyirsinizsə və s. Düzü həmişə burada məsələ odur ki, yəni çox qısadır və SI tələbələrində bu çox problem olmur. Çünki hər şey aydın şəkildə görünür ki, bura qəbul almısınız və bunun sizin maliyyəniz də var. Amma yenə də buranı, yəni necə deyirlər, yenə deyirəm, loru dildə başdan sovda eləməzsiniz. Yəni rahat şəkildə yazarsınız ki, məsələn bu proqramı əslində buna görə seçdim. Yəni bu səbəbdən. Qısaca. Və eyni zamanda hal-hazırki statusu yazırsınız ki, hal-hazırda tələbəyəmmi, işləyirəmmi və s. Və bu sualda mən məsləhət görərəm ki, özünü maliyyələşdirən aramızda tələbələr varsa, biraz daha diqqətli yazsınlar. Çünki özünü maliyyələşdirənə və yaxud da başqa təqaüdlə gələnlərdə, məsələn, Azərbaycanda tutaq ki, deyə DP ilə məsəl, amma hələ DP cavabı çıxmayıbdı. Ona görə inanmıram, düşünmürəm aramızda DP-dən kimsə var. Amma hər bir halda Erasmus da olsa belə, biraz miqrasiya həmişə ilişir. Xüsusilə də bu tipli şeylərdə. Ona görə də dediyim kimi, əgər özünüz maliyyələşib gəlirsinizsə və yaxud da İsveçin özündən kənar hansısa bir təqaüd proqramı ilə gəlirsinizsə, bu suallarda biraz daha diqqətli yazın ki, daha inandırıcı səslənsin. Yəni, okey, məsələn, mən bu proqramı seçdim çünki ölkəmə xeyir vermək istəyirəm və yaxud da nə bilim, biliyimi artırmaq istəyirəm. Tipli qısaca başdan sovda bir cavab yox, daha məntiqli bir şey yazın ki, problem yaranmasın. Bu belə. Burada isə previous education yazırsınız, yəni əvvəl harda oxumusunuz, haçan bitib və s. falan. Burada ən əsas məsələ gəldi yenə də scholarship məsələsinə ki, belə qısa-qısa suallar olacaq ki, məsələn, scholarshipiniz varmı? Varsa qeyd edirsiniz, hansı ki, SI tələbələri bunu SI qeyd edəcək. Yaşayışınızı, burada bir də həmişə belə bir sual olur, amma bu sual tam o deyil. Okey, buna sonra qeyd eləyərəm. Və həmin o documentationla da bağlı dediyim kimi bu financial assessləri göstərəndə SI-nin həmin o dokumentini sizə göndərdiyi o müqaviləni attach edirsiniz ki, mənim maliyyəmi bu scholarship qarşılayır. Orada sual o idi ki, indi yadıma düşdü. Belə bir sual var idi ki, bəs bu sizin məsələn yaşadığınız müddətdə food və s. kimi nə isə qarşılayırmı? Normalda tələbələr ona yes yazırlar, amma məntiqən odur ki, əslində sizə verilən SI scholarship sizi birbaşa, yəni foodla təmin eləmir. Nə daha doğrusu təmin etmək sualı idi. Yəni birbaşa təmin eləmir. Sizə sadəcə o aylıq pulu verir ki, onu özünüz xərcləyəsiniz. Həmin o sualda ona görə siz no cavabını yazırsınız əslində. Məsələn, foodla təmin eləmək və s. falan. Amma təbii ki, yaşayış expensini qarşılayır tipli ümumi bir sual olanda ona yes yazacaqsınız. Çünki yaşayış expensini qarşılamaq üçün verilir o scholarship. Və burada da belə. Yəni özünü də dediyim kimi maliyyələşdirən tələbələr varsa, onlar isə başqa bir vasitə ilə hansı ki, banka pul qoymaq, oradan müəyyən sənədləri alıb onu əlavə eləməlidirlər. Ki burada da hər birinin detalı yazıb. Ki məsələn, kim, necə və s. ki detallı sonradan buna baxa bilərsiniz. Bir də son hissədə bu co-applicant və co-applying children məsələsi var ki, kimsə ailəsi ilə gəlirsə, onu da qeyd edim ki, məsələn, yoldaşı ola bilər, uşağı ola bilər. Onlar da eyni applicationda müraciət edə bilərsiniz. Yəni ayrı-ayrı hamının application eləməyinə ehtiyac yoxdur. Məsələn, deyək ki, qəbul alan sizsiz, A adlı şəxs, o müraciət eləyir və müraciətin həmin o hissəsində axırlarında belə bir sual var. Bu sual hissədə siz öz yoldaşınızı və uşaqlarınızın da detallarını doldurub co-applicant kimi göstərə bilərsiniz. Ki, amma onlara dair sənəd hissələrində təbii ki, başqa cür olacaq. Məsələn, SI yox, onlar üçün lazım olan başqa financial dokumentləri və s. yükləməlisiniz. Çünki SI artıq sizin özünüz üçündür. Onlar üçün isə ayrıca finance və s. olmalıdır. Bu belə. Və axırda da review falan eləyib, sonra bunları submit eləyirsiniz. Bu qədər. Submit eləyəndən sonra da bayaq dediyim proseslər, hansı ki, gözləyirsiniz ki, sizə mail gəlsin, gedəsiniz biometriki verəsiniz, ondan sonra gözləyəsiniz, hazır olsun və s.
Bu belə. Yəni bu ümumi guideline idi. Təbii ki, bunu sizə sonradan özümüz də atacağıq. Orada daha detallı baxıb müraciət edəndə də sizə əminəm ki, çox kömək olacaq. Amma nə sualınız olsa, yenə də təbii ki, müraciət prosesi zamanı verə bilərsiniz ki, məsələn, bu sualda necə yazmışdıq, məsələn, keçənki tələbələr və yaxud da necə cavablandırmaq daha yaxşı olar tipli. Belə, mən keçirəm. Məncə resident permitlə bağlı bu qədər axlıma gəlir hələlik. Təbii ki, nəsə suallar olanda da ə, verə bilərsiniz. Elə cavablandırar. Üzrlü səni bölürəm. Deyəsən Fidan xanımın Yes. əlavə eləmək Bu. istədiyim Aha, Fidan, buyur. tədbirli olaraq. Səsim eşidilir indi. Yes, Eşidə eşidilir. bilirsinizmi? Yes. Hə, mən də üzrlü sayım vaxt məhdudiyyəti olduğuna görə istədim elə ailə ilə və yaxud da partneri ilə gələnlərdən danışmışam. Mən də öz əlavələrimi eləyim. Hı hı. İlk növbədə hər kəsi təbrik eləyirəm, SAY qaliblərini. Yəni yalnız və tək student kimi gələnlərdən fərqli olaraq ailəli gələnlərdə məsuliyyət iki qat olur. Hətta şəxsin sayı artdıqca və o məsuliyyət daha da artır. Mən özüm gəlmişəm yoldaşımla və uşağımla. Sənədlər də eyni qaydada bizdə əlavə sənədlər necə uşağın doğumu haqqında şəhadətnamə və ən önəmli məsələ financial support məsələsidir. Maintenance requirement-ə çox diqqətli olmalısınız. Və bu requirement-da Migration Service-in öz səhifəsində var. Hər il yenilənir. Çox güman ki, artacaq o qiymətlər. 2 aylıq müəyyən olunur İsveç kronu ilə. Onu dəqiq hesablamalısınız. Bizdə 2 illik idi, 24 aya vurub hesablamışdıq. Təxmini mən özüm üçün yox, yoldaşım və uşaq üçün pul qoymuşduq. Hardasa yəni 2 nəfər, uşaq balaca olanda o az hesablanır. Və hardasa bir 20 min dollar pul qoyuldu və diqqət ediləsi məqam odur ki, bu pulu qoyandan sonra yəni fikirləşirlər ki, çox vaxtı necə eləyək. Onsuz da yəni bankla birbaşa əlaqəyə girib yoxlaya bilmirlər, çıxarılıb o pul yoxsa yox. Bunu necə yoxlayırlar? Biz may ayında sənədləri göndərmişdik. Hardasa bir ay yarımdan sonra işin artıq sonlarına yaxın bir də bizə sorğu göndərdilər ki, siz bizə bankdan yeni çıxarış təqdim edin, yeni tarixlə. Həmin tarixdə artıq əgər pul qoyulub çıxarılsaydı, hamısı görsənəcəkdi. Biz yaxşı ki, çıxartmamışdıq. Yəni bu məsələlər, financial support məsələsi ən həssas nöqtələrdir. Yəni ailə kimi gəlirlər, burada dövlətdən asılı vəziyyətdə olmasınlar. Nə bilim, burada yəni bidraqlar var, onlara müraciət etməsinlər. Ona görə maksimum dərəcədə çalışın o minimum məbləğdən də hətta artıran öz bank hesabınıza qoyun. Artıq cavab müsbət veriləndən sonra yəni pulu çıxartmaqda heç bir problem yoxdur, çünki biz də çıxartmışdıq. Belə ən əsas məsələ financial məsələlərdir. Cavabın gec verilməsi bizdə heç gec verilmədi. Çünki application açılandan hardasa 3-4 gün sonra sənədləri təqdim elədi. Yəni biz də gecikməmişdik əslində. Və case officer-də eyni qaydada, yəni bizə normal, yəni vaxtında verdi. İyulun ortalarında hardasa biz müsbət cavabımızı almışdıq. Yəni kiminsə yenə əlavə nəsə sualı olsa, məndən əlaqə saxlaya bilər. İlhamə istəsən, yəni əlaqə məlumat verərsən. Çox sağ ol Fidan informasiyalar üçün. Deyəsən belə başa düşdüm ki, aramızda ailə ilə, yəni co-partnerlə gələn olacaq ətliyiz. Məncə faydalı oldu və Fidanla da çox razıyam ki, İsveçin miqrasiyasından həqiqətən ehtiyatlı olmaq lazımdır. Çox qəribə кейslər baş verir. Dediyim kimi SI ilə gələndə çox vaxt rahat olub. Yəni çox belə extraordinary кейslər eşitməmişik. Amma kim ki öz maliyyəsi ilə gələcək, hətta özü SI ilə gəlib yoldaşı məsələn öz maliyyə ilə gəlirsə və yaxud da başqa bir təqaüdlə gəlirsə, hansı ki deyək İsveçdən kənar bir təqaüddür, miqrasiya çox ilişir buna. Yəni dəfələrlə nəsə sənəd istəyir, dəfələrlə xüsusilə də bu maliyyə məsələlərinə dair falan bu barədə çox кейslər olub. Ona görə çalışın hər şey tam necə deyirlər, şəkildə eləyin, honest şəkildə ki, onlarda bir sual yaranıb reject verməsinlər. Bu Yəni, belə. gələndən sonra da çətin olur. Çünki pul, həqiqətən yəni pulunuz olmalıdır gəlməyə. Nəinki sənəd almaq üçün.
Yəni düşünərsiniz ki, gələndən sonra bir aydan sonra işləyərəm, belə mümkün deyil. Yəni person number alırsınız bir aydan sonra state ID karta müraciət edirsiniz. Yəni minimum siz 3-4 ay burada itirirsiniz. 3-4 ay alandan sonra İsveçdən istəyirlər. Hı. Yəni belə necə deyək, proses uzandıqca uzanır. Yəni biz hardasa 7-8 aydır buradayıq. Yoldaşım hələ təzə başlayıb işləməyə. Bu proseslərdən nəzərə alın. Onsuz da pula ehtiyacınız var hər bir halda. Çox sağ ol Fidan informasiyalar üçün. Ə, Belə, məncə rezidentlə bağlı, yəni mənim axlıma gələn və hər il yaşadığımız кейslərdən bu məlumatlardır. Məncə növbətlərə davam edə bilər, amma yenə dediyim kimi sizin özünüzün nəsə spesifik sualınız olsa mütləq sual hissəsinə və ya da sonunda mütləq verərsiniz. Çünki boarddan müxtəlif experience olan şəxslər var ki, onlar əminəm ki, cavablayacaqlar. Belə, məncə keçək növbəti məsələyə. Mən yenidən share edeyim. Mhm. Ekranım görünür mənim indi. Görünür. Əla. Burada nəsə yadımın nəsə elə bil ki var idi deməyə, amma unutdum. Anyway, sonra deyərəm. Hə, gələk indi digər ikinci məsələ, housing məsələləri, ev tapmaq məsələləri, hansı ki İsveçdə digər bir çətin məsələlərdən birisidir. Çətin deyil əslində. Məsələn, xüsusilə də məsələn deyək ki, tələbə kimi gəlmisiniz və elə çox bir preferensiniz yoxdursa, əslində problem deyil. Amma hər şəhərin özünə məxsus housing optionları olur, hansı ki bu gün üzvlərimizdən də müxtəlif şəhərlər üzrə məlumat verməyə çalışacağıq və bir də onu deyim ki, ən azından Lundda belədir ki, əgər ki eləyik, non-EU tələbələri olanda bizim özümüzün housing garantimiz olur. Yəni bu nə deməkdir? Yəni hər bir halda məsələn universitetin öz yataqxanasına müraciət edirsinizsə, onun mütləq sizə bir yer verəcəyinə dair qarantiyası olur ki, yəni istədiyiniz olsa da olmasa da sizə mütləq nəsə əsayin edəcək ki, gələndə evsiz olmayasınız. Yəni bizdə belə bir opportunity var. Dediyim kimi ən azından Lundda belə bir şey var və eşitdiyim qədərilə digər şəhərlərdə də olur. Və növbəti məsələlər, əslində bu barədə mən qrupda yazmışdım, amma ümumən deyim ki, buradakı ev tipləri müxtəlif olur ki, bu hər şəhərdə belədir. Ki birincisi ümumiyyətlə yataqxanalar var, hansı ki yataqxanaların özlərində ayrıca növləri olur. Məsələn, koridor yataqxanaları və yaxud da koridor room adlandırdığımız ki, hansı ki siz məncə indi evlərə müraciət edəndə bu anlayışı çox görürsüz. Bu da o deməkdir ki, məsələn, deyək ki, koridor necədir? Məsələn, bir otel kimi düşünün. Oteldə bir şey var, ümumi zal var və orada müxtəlif otaqlar var. Ki hərənin öz otağı var, hansı ki private-dir, hər şey içərisindədir və s. Sadəcə bir dənə kuxna var ki, onu bölüşürlər. Yəni bu düşünün bir koridor otağının anlayışıdır. Shared apartment odur ki, məsələn burada 2-3 otaqlı bir apartmentdir. Siz orada otaq biri sizdə olur, digəri məsələn 2 dənə başqa bir şəxsdə olur. Bu şəxs sizin ölkədən də ola bilər, fərqli də ola bilər. Yəni tamamilə random olur. Və siz həmin o evi, həmin o digər 2 və yaxud da 3 şəxslə bölüşürsüz. Yəni deyək ki, burada banyosudur, mətbəxidir və s. Və bir də studiya otaqlar olur, hansı ki, yəni anlayışdan da gördüyümüz kimi elə bir bütöv hər şey sizin özünüzdə olur. Bir otaq düşünün ki, təbii ki, studiya otaq deyəndə də çox komfortlu bir şey düşünməyin. Daha balaca olur təbii ki. Bir otaqdır, içində kuxna və s. hər şey sizin özünüzdə olur. Yəni tipik studiya kimi. Amma dediyim kimi daha balaca ölçüdə. Bu ümumiyyətlə yataqxanaların və yaxud da ümumiyyətlə ev tiplərinin növüdür ki, siz bunlarla rastlaşsınız, təxmini sizdə bir overview yaransın ki, nə necə görünür ki, kiminsə də detallı daha sualı olsa ki, məsələn, mən Qatınburqda tutaq ki, belə bir yer görmüşəm, təxmini necə ola bilər? İki qrupa yaza bilərsiniz ki, yönləndirə də bilərik. Məsələn, Qatınburqdan başqa yaşayan tələbəyə ki, o sizə daha detallı məlumat versin ki, məsələn, bu necə görünür və yaxud da necədir. Bu belə. Bir də təbii ki, tələbə yataqxanalarından əlavə bununla həmişə ailəli gələnlər və yaxud da daha başqa preferensləri olan üzvlərimiz qarşılaşır ki, ümumiyyətlə ev tapmaq məsələsi, yəni ayrı ev, yəni heç bir yataqxana falan deyil, ümumiyyətlə deyək ki, kimsə tərəfindən, adlı bir şəxs tərəfindən kirayəyə verilən bir 2-3 otaqlı bir evdir. Ki bir də o da evdə aydın məsələdir. Azərbaycanda gördüyümüz ev tipli olur ki,
Dediyim kimi, onun heç bir yataqxana və sair statusu yoxdur, sadəcə evdir. Bunun üçün isə təbii ki, müxtəlif saytlar var ki, hansı ki, universitetin özünün saytı və sair deyil. Amma müxtəlif sayt və qruplar var ki, orada axtarıb belə bir evi tapmaq lazımdır ki, bunları da bölüşəcəyik hər şəhər üzrə. Və evlərin qiyməti də düzü çox fərqlənir. Hər şəhər üzrə və hər tip üzrə. Normalda məsələn Lundda ən aşağısı başlayır. İndi düz biz burada 3000 sek yazmışıq. Amma təbii ki, hal-hazırda 3000 İsveç kronuna, yəni heç bir ev tapılmır da, inflyasiyanı falanı nəzərə alsaq. Amma hal-hazırda ən aşağı məsələn Lundda bu koridor otaqları dediyimiz otağı nəzərə alsaq 3500 krondan, 3600 krondan başlayır və bu davam eləyir, yüksələ-yüksələ gedir. Yəni məsələn, ayrıca bir ev tapmaq istəsəz, deyək ki, hansı ki heç bir tələbə yataqxanası ilə və sair əlaqəsi yoxdur. Bunun məsələn qiyməti normal olaraq başlayacaq 7000, 8000 krondan. Hansı ki indi bəzilərində elektrisitet və sair daxil olmaqla, bəzilərində olmamaqla, yəni belə çox fərqlənə bilər və bu şəhərdən də sonra fərqlənə bilər. Məsələn, Lundda daha ucuzdursa bu, Stokholmda daha bahadır. Məsələn, bunu nəzərə ala bilərsiniz. Belə. Və normalda kontraktlar da başlayır avqustun 1-dən, çünki tələbələr avqustun 1-dən gəlirlər, təhsil də avqustun sonudur deyə. Yəni ona görə müqavilə həmişə İsveçdə həmin ayın əvvəlindən başlayır. Bu o deməkdir ki, məsələn, siz deyək ki, avqustun axırı gəlmisiniz, amma müqaviləniz avqustun 1-dən başlayır deyə siz məcbur ki, avqustu da ödəməli olacaqsınız. Yəni burada başqa cür bir planlaşdırma olmur, yəni. Bir də bəziləri ola bilər ki, sizdən depozit ödənilməsini tələb edə bilər ki, çox vaxtda bunu ödəyirlər. Məsələn, Lundun özündə Lund Accommodation-dan ev tutsaz özünüz də görəcəksiniz ki, gəlməmişdən qabaq sizdən keçən il bu 5000 krona idi. Depozit istəyirlər. Depozit o deməkdir ki, siz artıq oradan çıxandan sonra, deyək ki, köçdünüz başqa yerə. O depoziti sizi gəlib evinizi yoxlayacaqlar. Görək hər şey qaydasındadır. Hər şey qaydasındadır və sərsə sizin ödədiyiniz o depoziti full olaraq sizə qaytaracaqlar. Yox, nəsə bir çatışmazlıq olarsa, nəsə bir zərər yetirmə halı və s. olarsa, təbii ki, orada o depozitdən çıxıb sizə geri qalanını qaytaracaqlar və yaxud da ümumiyyətlə bəzən case olur ki, heç qaytarmırlar ki, siz bu evə belə zərər görmüsünüz, hansı ki 5000 kronluq məbləğində idi və s. Ya bu da depozitin mahiyyətidir. Ona görə də çalışıb tələbələr gələndə həmişə çox sərgəli saxlayırlar ki, o depozit onlara qayıtsın. Və hər ildə bu depozitin məbləği artır. Məsələn, mən gedən il isə sadəcə 2000 kron idi, amma keçən il 5000 kron eləmişlər. Yəni İsveçdə bunu da mütləq nəzərə alın. Yəni məsələn sizdən ayrıca da ev tutsaz mütləq depozitlər olur. Hətta ayrıca evlərdə 2-3 ay əvvəldən, yəni 2-3 aylıq depozit belə istəyirlər. Yəni belə bir кейslərdə yaşandığı olub ki, onlar da özlərini secure eləsinlər, həmçinin siz tərəfdən də. Bu ümumi, yəni housing məsələləri ilə bağlı məlumatlar idi. İndi gəlirəm sırf ayrıca müxtəlif şəhərlər üzrə, hansı ki, birinci başlayacağıq Lunddan, sonra sizə Uppsala, yox, Jönköping barədə məlumat verəcəyik, sonra Uppsala, sonra Gothenburg, belə müxtəlif şəxslər sizə məlumat verəcək daha detallı. Birinci gəlim Lunddakı housing optionlardan, bu barədə yenə mən özüm danışacağam. Birinci ən prioritet housing optionu həmişə universitetin özünkü olub. Yəni Lunda gələn tələbələrdə. Çünki bayaq da dediyim kimi bura housing guarantee verir beynəlxalq tələbələr üçün ki, mütləq şəkildə siz seçdiyiniz də olsa da, olmasa da bir yer sizə əsayn eləyəcəklər ki, gələndə burada evsiz qalmayasınız. Və hal-hazırda da applicationlar artıq açılıb, səhv etmirəmsə 27-si ya 28-dən və keçən ildən sistemi də dəyişiblər. Sistem artıq queue formasındadır. Bununla bağlı mən artıq qrupa yazmışdım, düzü. Daha urgent məsələ idi, daha tez müraciət edəsiniz deyə. Amma yenə də qısaca məlumat verim ki, əgər kimsə yenidən qoşulubsa və s. yəni queue şəklində olur, növbə şəklində ki, siz o növbəyə qoşulmalısınız və orada ev seçimlərini etməlisiniz ki, onlar artıq sizə hansısa bir evi əsayn eləyəndə, yəni verəndə o sizin sistemdə görünəcək ki, siz bu evə düşmüsünüz. Amma keçən il belə bir case baş vermişdi ki, yəni tələbələr heç tutmadıqları evə düşmüşdü. Çünki tutmaq istədikləri və yaxud da siyahıya salmaq istədikləri evdə kifayət qədər yox idi və növbə də yaxşı deyil idi deyə artıq o evlərə əsayn olunmamışdı. Əksinə boş qalan digər hansı ki yerlər var idisə onlara əsayn olmuşlar ki, Lundda da bu həmişə Eddan adlanan bir yataqxanadır. Ora əsayn eləyirlər bizim tələbələri. Hansı ki şəhərdən uzaqdır biraz.
və qiyməti də bahadır. Ümumiyyətlə onu deyim ki, Lundun özünün verdiyi yataqxanaların qiyməti həqiqətən çox baha olur. Ona görə də tələbələr nə edir? Əgər gəlməmişdən əvvəl başqa bir opsionlar tapmasalar, başqa bir yataqxanadan, indi ikinci variantda deyəcəm. Oradan da tapmasalar, Lundun özününkünü qəbul edib gəlib qalırlar. Və 2-3 ay sonra köçürlər başqalarına ki, hansı ki daha ucuz variantdır, daha geniş variantdır və s. Bu London özünün accommodationu. Ki amma hər bir halda dediyim ki, məsləhətim odur ki, mütləq ora apply eləyin ki, ən azından gələndə qalmağa bir yer olsun. İkinci ən yaxşı option hansı ki, bizim Azərbaycanlı tələbələrin üz tutduğu və mənim özüm də çox bəyəndiyim option e-postadirdir. Bu özü ayrıca bir şirkətdir, amma tələbə yataqxanaları verən şirkətdir. Bunun application isə açılır normalda həmişə iyulun əvvəli, iyulun ortası. Bunun da sistemi tamamilə növbə sistemidir. Yəni burada da qeydiyyatdan keçirsiniz və s. Növbəyə dayanırsınız, sizə bir növbə nömrəsi verilir. Ondan sonra hər dəfə orada evlər yenilənir, siyahı. İndi təbii ki, bu qeydiyyat açılanda yenə də bunu video şəklində sizə geniş izah eləyəcəm, amma indi qısaca deyim ki, yəni hər dəfə orada növbəyə dayanırsınız. Əgər bəxtiniz gətirib növbəniz yaxşı olsa, oradan ev tutsaz daha yaxşı. Yəni gəlib elə birbaşa həmin o e-postadira köçürsüz ki, hansı ki evlər daha genişdir, qiyməti də daha yaxşıdır. Məsələn, mənim özüm hal-hazırda e-postadirin tələbə yataqxanasında qalıram. Hansı ki ödədiyim məbləğ də 3690 sekdir İsveç kronu ilə və bütöv məsələn otaq hər şey mənim özümdədir. Sadəcə bir dənə mətbəxi bölüşürəm. Və bunun ikinci ən sevdiyim cəhəti odur ki, məsələn burada yaşayanda, demək məsələn yay ərzində əgər qalmaq istəsəz, bura heç nə ödəmirsiniz. Yəni yayda pulsuz olur burada qalmaq. Yəni belə yaxşı üstün cəhətləri var. Ona görə də iyulda bunun application açanda bunu da mütləq yoxlayarsınız. Kimsə bəxti gətirsə, düşsə çox yaxşı olur bunda qalmaq. Amma hər bir halda olmasa belə London özününkündə qalıb, yaxud da başqa bir variantda qalıb, bunda da daimi növbəyə durmaya davam elətdirə bilərsiniz ki, yəni vaxtınız gələndə növbə. Çünki bir yerdən sonra təbii ki, növbə yaxşılaşır. Bir aya da olmasa, 2 ayda olmasa, yəni 3 aya falan növbə düzələndə, daha ön sıraya keçəndə ev tutmaq olur. Bu arada mən növbə falan deyirəm. Bu məncə bizə çox qəribə gəlir. Mənim özümdə də elə idi. Çünki bizdə növbə falan məsələləri olmayıb da. Yəni biz məsələn haransa rent eləmək istəyəndə əlaqəyə keçirik ya da necəsə müxtəlif formada, yəni rahat tapırıq da. Amma İsveçdə hər şey belədir. Hər şeyin növbəsi var. Health sistemində də növbə var, ev sistemində də. Yəni hər şeyi belə şeylə eləyiblər ki, növbəyə dayan, növbən gələndə tutacaqsan. Növbən gəlməyibsə gözləməlisən. Yəni məntiq belədir. Və bunu da normal qəbul eləyirlər. Bir yerdən sonra biz özümüz də öyrəşirik buna. Bu belə, bu tələbə yataqxanalarına bağlıdır. Ondan əlavə də dediyim kimi, əgər kimsə məsələn deyək ki, ayrıca ev tutmaq istəyir, məsələn yataqxana və s. olmasın, onda müxtəlif saytlar var. Hansı ki, o saytlardan biri bu Polen saytı adlanır və yaxud da bir də Facebookda qruplar var. Hansı ki, məsələn Housing in Lund, nə bilim, və yaxud da Accommodations in Lund, yəni bu tipli belə səhifələr var. Orada tez-tez məsələn kimsə evini icarəyə verəndə bölüşür. Yəni oradan da ayrıca ev tapmaq istəsəz tapa bilərsiniz. Amma bu kimi saytların bir dənə mənfi cəhəti odur ki, scamming halları çox baş verir. O da deməkdir ki, məsələn kimsə ev paylaşır, baxırsınız ki, çox normal evə bənzəyir, hər şey qaydasındadır, sizin üçün də çox uyğundur və s. Ev sahibi ilə də danışırsınız, sizə şəkillər falan atır. Siz pulu ödəyirsiniz, bir də baxırsınız ki, yoxdur belə bir şəxs. Çünki pulu götürüb aradan çıxıb və o paylaşdığı evdə əslində onun heç bir evi deyil, yəni başqasının evidir, sadəcə şəkil çəkib öz adı ilə, öz evi adı ilə paylaşıb. Yəni belə hallar və yəni bu hələ ən simple halıdır ki, bundan da daha belə mürəkkəb şəkildə belə scam etdikləri hallar baş verir ki, diqqətli olmaq lazımdır. Ona görə də məsələn bu saytlardan kimsə tapmaq, ev tapıb tutmaq istəsə, məsləhətlisi odur ki, məsələn Lundda yaşayan birindən məsələn xahiş eləyəsiniz ki, o evə gedib baxsın, həqiqətən mövcudluğu barədə məlumatlı olsun və yaxud da həqiqətən baxsın ki, bu şəxsdirmi bu evin sahibi. Məsələn, keçən il bizdə belə bir кейs baş vermişdi. Gedib baxmışdıq. Yəni ev var idi, okey, o tərəfi normal idi. Amma həmin ev o şəxsin deyil idi və yaxud da ki, birində isə o baş vermişdi ki, o şəxsin özü tamamilə çox
başqa bir кейslərlə adı hallanan şəxs idi. Yəni belə çox hallar baş verir. Ona görə də yaxşı olar ki, orada bir tanış olsun ki, belə bir ev tapanda gedib rahat baxsınlar, hər şeyi dəqiqləşdirsinlər, ondan sonra pul ödəyəsiz. Yoxsa ilkin variantda heç bir şəkildə belə saytlardan ev tapsaz pul ödəməyin. Otherwise şey baş verə bilər, scamming halları baş verə bilər. Özdə pul da dediyim kimi o qədər istəyirlər ki, yəni nə mənada o qədər depoziti var bunun. Sonra bir aylıq kirayəsini istəyirlər. Hər şeydə toplayanda çox gəlir. Və bu da normal praktikadır, əslində depozit istənilməsi və s. Ki, amma o boyda pul elə bil ki, bir növ havaya verilmiş kimi olur. Bu belə. Bu da kiçik incə məqamlardır. Hə, bir də bizim keçən il yenə bir кейsimiz baş vermişdi. Bu Nərmin xanımda baş vermişdi. Özü də qrupda var. Yazıb da detallı soruşa bilərsiniz. Nationlar adlanan bizdə student organizationlar var, tələbə təşkilatları kimi. Onların özlərinin də ev optionları olur ki, məsələn, boş olanda və s. müraciət edib onlardan da nəsə tutmaq olar. Məsələn, keçən il səhv etmirəmsə Smalllands adlı bir nation var idi. Nərmin xanım ora müraciət eləmişdi və onlarda boş tələbə yataqxanası olmuşdu və bir müddət orada qalmışdı. Düzdür, o da çox ucuz option deyil, amma ən azından onu da yoxlamaq olar. Daha detallı isə Nərmin xanım da qrupda yenə yazıb soruşa bilərsiniz. Yəni amma bu da bir optiondur ki, hansı ki keçən il experience-də baş vermişdi. Bu belə, bu Lund barədə. Ümid eləyirəm aşağı-yuxarı biraz cover eləyə bildim, amma təbii ki, nəsə sualınız olsa yenə də qeyd eləyə bilərsiniz. Keçək indi digər şəhər, bu Jönköping şəhərindən idi. Jönköping barədə Nərmin bizə məlumat verəcək, hansı ki özü keçən il Jönköpingdə təhsil alıb. Burdasan Nərmin, eşidirsən məni? Aha, bəli, buradayam. Salam, hamıya salam, təbrik edirəm təqaüdçüləri. Oy. Deməli, mən özüm 2023-cü il təqaüdçülərindən biriyəm, SAI və Jönköping şəhərində təhsil almışam, Jönköping Universitetində. Burada olan housing optionlardan mən belə deyim ki, ümumiyyətlə Jönköping özü İsveçin cənubunda olan bir şəhərdir və mənim oxuduğum fakültə JIBS International Business School, yəni demək olar ki, universitetin 50%-i international studentlərdir. Deməli, bu housing optionlardan ümumiyyətlə universitetin saytından müraciət edirsiniz və 2 dorm və 4 apartmentdır. Birinci istəyirsiniz başlayaq EKGN. EKGN elə bir, belə deyim də, universitetdən daha uzaqda yerləşir. Hardasa bir 5 kilometrə yaxındır. Belə deyim, universitet özü bir şəhərin mərkəzində yerləşir. Sadəcə elə apartmentlar var ki, mərkəzdən biraz uzaq, yəni universitetdən də uzaqdır. Hansı ki, mən bunu məsləhət görməzdim. Çünki mən özüm də universitetdən nisbətən uzaqda qalmışdım. İndi deyəcəm harda qalmışdım və bu yəni yaxşı deyildi mənə görə, təcrübə deyildi. İndi izah edəcəm nəyə görə. Gəlin birinci elə başlayaq EKG-dən. EKG dediyim kimi universitetdən yəni uzaq məsafədə yerləşir. Həmçinin mərkəzdən də uzaqda, hardasa bir 5 kilometrə yaxın. Amma qiymətlər baxımından da ki, burada onsuz da yəni belə deyim də daha ucuz, daha bahalı bir option yoxdur. Standart 30 min, 40 min K arası. Yəni amma bu per semestrdə, yəni fall və spring semestrə bölünür. Amma belə deyim, EKG-də elədir ki, siz özünüzün, yəni apartmentda özünüzün, yəni studio room kimi düşünün. Yəni hər şey özünüzündür. Həm burada kitchen sizdə daxildə var, həm də bathroom sizdə, yəni özünüzə aid olur. Daha sonra Kunstfabriken, bu 1 kilometr məsafədə yerləşir universitetdə və bu da dediyim kimi EKG kimi, yəni hər şey özünüzün olur da, bathroom yenə özünüzdədir, kitchen da özünüzdədir və qiymətlər dediyim kimi yenə də 30K, 40K arasıdır, hansı ki seklə mən deyirəm bunu per semester. Delta dorumdur. Düzü dorumlar belə deyim də, yəni məncə yaxşı bir option deyil deyə düşünürəm. Nəyə görə? Çünki burada dorumlarda sizin sadəcə, yəni dediyim kimi bir dənə bedroom olur sizə aid olan, digəri isə shared olur. Shared kitchen, yəni shared bathroom, yəni bunlar hamısı shared olur və daha çox şəhərin düzdür, Delta da yaxındır universitetə və mərkəzi yaxındır, amma daha çox belə səs-küydür. Ona görə məsləhət görməzdim. Həmçinin Beta özü də dorumdur. Bu da mərkəzdə yerləşir, amma dediyim kimi, yəni biraz daha çox səs-küy olur. Amma daha sonra gərək digər opsiona Linsen var. Bu necədir? Burada əgər sizin hər hansı bir deyək ki, dostunuz var və o dostunuzla qalmaq istəyirsiniz, bu zaman universitetin saytından keçəndə onun adını qeyd edə bilərsiniz. Aşağıda bir opsiyon olur. Həmin dostunuzun ad və familiyasını qeyd edə bilərsiniz. Sizi onunla eyni, belə deyim, evə sala bilərlər. Burada shared kitchen'dır, shared bathroom'dur, amma
yaxşı opşondur. Çünki universitetə yaxın yerləşir. 400 metr məsafədədir, yəni çox yaxındır. Daha sonra Roslat hansı ki mənim qaldığım apartmentdə bu necə idi? Bu da shared idi. Amma mənfi cəhəti o idi ki, dediyim kimi mərkəzdən və universitetdən 7 kilometr məsafədə yerləşirdi. Hansı ki siz yəni hər dəfə universitetə getmək üçün transportdan istifadə etməlisiniz və bundan əlavə də məsəl üçün deyək ki, harasa travel edəcəksiniz. Amma Roslatdan ora getməlisiniz də. Bu da yəni çox vaxt orada Flixbus məsələn gecə biz alırdıq və mərkəzə gələcək avtobus olmurdu və bu necə deyim də, yəni problem yaradırdı çox vaxtlarda. Ona görə yəni düzü məsləhət görmürəm, amma nəyə görə məsləhət görə bilərəm ki, ən necə Səs təkcə məndə getdi, yoxsa Nərminin səsi Yox, gedib? gedib. Mən də səhərdən düşünürəm. Mən də gedib yoxsa Nərmin də gedib. Bir dənə yazım. Ona qədər hal-hazırda var aramızda Şankaping Ha, University. shopping. Bəli. Ha, Nərmin gəldi. Söz. Okay. Tamam. Mhm. Nərmin, eşidirsən bizi? üzürlü sayın səsim gəlib? Yes, gəlirəm. Gəlir. Aha, üzürlü sayın notebookun zatikası söndü. Okay, yes. Daha sonra dediyim kimi, yes, yəni Roslat dediyim kimi, yəni yaxşı bir option deyil mənə görə, amma dediyim kimi cost friendlydir. Çünki daha nisbətən daha az ödənişlidir. Hansı ki mən orada ödəyirdim, səhv eləmirəmsə 3700 sek ödəyirdim. Amma baxmışam ki, hal-hazırda qiymətlər biraz da qalxıb 4000 sek, 5000 sek arasıdır. Və altda olan iki kampus Grena və digəri təzə optionlardır. Hansı ki bunları ümumiyyətlə məsləhət görmürəm. Çünki biri 30 kilometr məsafədə yerləşir və biri də səhv eləmirəmsə 10 kilometr və daha çox uzaqdır. Mənim yəni burada məsləhət görəcəyim optionlar dediyim kimi Linsendir ən yaxşısı və Kunstfabriken də ola bilər. Yəni dediyim kimi universitet daha yaxın və mərkəzə daha yaxın optionlardır. Və universitetin öz saytından müraciət edirsiniz. Hansı ki 850 sek ödəməlisiniz və bundan sonra sizə elə bir qeydiyyat açılır. Qeydiyyatda da siz ardıcıllıqla 3 dənə yer seçirsiniz. Hansı ki birinci tutan məsəl üçün mən qeyd eləmişdim Roslat, ikinci atıram Linsen, üçüncü də məsəl üçün hər hansı bir dormu deyək ki Deltanı qeyd elədim. Bunlar artıq başlayırlar özləri random atmağa. Amma necə random seçilir? Əgər tez müraciət eləsəz, ilk optionunuzun seçilmə ehtimalı daha çoxdur. Bu qədər. Çox sağ olun Nərmin məlumat üçün. Bizdə Yönşöpəkdən də tələbələr var. Suallarını elə yazıblar. Sonda da verə bilərsiniz. Elə orada da cevablaya bilərsən. Amma çox sağ ol məlumatlar üçün bir daha. Aha, siz sağ olun. Okay. Bir də burada bizdə şey vardı. Səndə əlavə bir dənə student life. Aha, bəli, bunu da qeyd eləyim. Deməli, student life bu əsasən nədir? Burada mən qeyd eləmişdim ki, ümumiyyətlə şəhərə gəldikdə sizə lazım olacaq 2 dənə app əsas burada göstərmişəm. Biri Jönköping University, hansı ki universitetin appidir bu və bu app daxilində sizin exam resultlardır, proqramınızdır, sabah hansı dərsiniz var və s. hamısı bu yəni appin içərisində olur və mütləq yəni bunu yükləyərsiniz və digəri isə transportla bağlıdır. Orada elədir ki, yəni mən aylıq alırdım tələbələr üçün, daha ucuz idi. Səhv eləmirəmsə 550 sek ödəyirdim. İndi qiymətdən xəbərim yoxdur, amma belə bir şey, bir aylıq alırdım və hər dəfə də yeniləyirdim bunu. Ümumiyyətlə Jönköpingin özündə student life çox necə deyim belə rəngarəngdir. Nə mənada daha çox international studentlər olduğu üçün orada elə bil ki, hər 3-cü gün academia night olur. Hansı ki ancaq bura universitetin tələbələrini buraxırlar da, bir növ night club kimi. Amma yəni belə məsləhət görərəm ki, yəni daha çox networking üçün bu şeylər çox yaxşıdır. Və kick-off deyil, universitetin elə bil ki, avqustun 20-si, mən səhv eləmirəmsə başlamışdı dərslər və bir həftə kick-off olur orada və bu festivaldır əslində. Bir həftə boyu, yəni sizdə ancaq maraqlı oyunlar və s. necə deyim, yəni əslində networking yəni üçün bu çox vacibdir və həmçinin qrup yoldaşlarınızla daha yaxın olmaq üçün. Hansı ki, yəni buna məsləhət görərəm ki, yəni qatılmağı.
Çox bu qədər. Okay, çox təşəkkürlər Nərmin məlumatlar üçün. Sağ olun. Okay, indi keçək. Məncə Stokholmdan əvvəl bir dənə Qatınburqa baxaq. Biraz bu məsələdə təciliyyətimiz var. Məftun, eşidirsən məni? Aha, səsim gəlir mənə. Yes, gəlir. Buyur. Danış. Salam, xoş gördük hər birinizi. Təbrik edirəm bir daha. Deməli Qatınburqa gələndə Qatınburqdakı belə qiymətləri nəzərə alsaq, 4000 kron ilə 7000 kron arası dəyişir və bu da şəhərə yaxınlıq, uzaqlıq və otaqların sayından asılı dəyişə bilər. İlk olaraq düşünüləsi yer SGS sistemidir. Hansı ki, Qatınburq Universitetinin mərkəzi sistemidir və buradan siz növbədə duraraq ev əldə edə bilərsiniz. Amma bundan əlavə Chalmers Universitetinə də siz müraciət edib, yəni ev tapa bilərsiniz. Bu biraz daha çətin olur. Və siz ödəniş etdiyinizə görə, ən azından SAI bunu sizin əvəzinizə etdiyinə görə siz fee paying sayılırsınız və ən azından universitet sizə bir dəfə də olsa şans verir ki, siz ev götürə biləsiniz. Yəni narahat olmayın ki, ev tapa bilməyəcəyik, tapacaqsınız bu belə. Və bunun üçün də SCS-də növbəyə durarkən çalışın ki, necə deyirlər, tələbə təşkilatına üzv olasınız. Tələbə birliyinə üzv olanda onlar sizin növbənizi 3 ay geriyə çəkə bilir və ev tapma şansınız daha çox olur. Və bundan əlavə də Student Life-a gələndə bu tələbə birliyinə üzv olmaq sizə 3-cü günlər universitetin pubuna girişi və şəhərdəki bir neçə dənə kluba girişi qarantiya verir. Living cost-a gəldikdə isə, yəni 4000-6000 arasına evləri nəzərdə tutsaq, belə yaşayış üçün 2000-3000 necə deyirlər, sizə bəs edəcək ki, siz yeyib içməyinizi təmin edəsiniz. Qalan hissə ilə də bacarsanız, yəni travel edə bilərsiniz. Bu da sizin üçün məncə yaxşıdır. Bundan əlavə də yəni Facebook qruplarına baxa bilərsiniz, amma ehtiyatlı olun ki, scamming halı ilə qarşılaşmayasınız. Bundan əlavə Blocketə baxa bilərsiniz. Blocketdə də yəni ev tapa bilərsiniz, amma çalışın ki, hər zaman kiməsə deyəsiniz ki, sizin üçün ev tapsın. Ən azından getsin evə baxsın. Hətta baxsa belə burada da yəni siz necəsə fraudla qarşılaşa bilərsiniz. Buna görə biraz ehtiyatlı olmaq lazımdır. Məncə Qatınburqla bağlı bu qədər. Çox sağ ol Məftun. Bir dənə mənim sualım olacaqdı. Bu universitetlər ki var, hansı ki dedik SDS, TV-də Chalmers-ın accommodation, onların bəs application-ı nə vaxt açılır? Bununla bağlı tələbələrə necəsə bildiriş göndərilməsi özləri var. Evlər hardasa may ayının ortasından başlayaraq yüklənməyə demə və burada siz müraciət edə bilərsiniz. Amma sonda bir SGS-in də daxilində burada yazılıb. Sorry, bu mənim səhvimdir. UGOT adında bir proqram açılır və orada first come first served. Yəni bu sıraya durmaqdan əlavə, yəni ilk götürən udur onu. Yəni belə deyim, yəni bunu da diqqətə alın. Bu qədər. Tamam. Çox sağ ol məlumatlar üçün, Məftun. Düşünürəm ki, indi tələbələrin nəsə sual olsa, sənə və başqa digər Qatınburqda oxuyan tələbələrimizə müraciət edə bilərlər. Çünki Qatınburq da bizim aktiv şəhərlərimizdən biridir əslində. Oradakı tələbələr də həmişə cavab verməyə açıqdırlar. Hansı ki, bizim şəhər qruplarına da üzv olub, orada da suallarınızı ünvanlaya bilərsiniz. Bu belə. Keçək məncə, bu yox. Mən, aha. Məncə başlayaq. Stokholmda qalmışdıq. Keçək Stokholma. Salam. Salam. Əjdər necəsən? Aha. Stokholm barədə Əjdər məlumat verəcək. Mən istəyirsən həm bunu açım. Prezentasiya itib deyəsən, bir dənə də aça bilərsiniz. Okey, yaxşı, bir dəqiqə. Bir dəqiqə təzədən şeir edeyim mən. İndi görünür. Bəli, görünür prezentasiya. Buyur. Deməli Stokholmla başlayaq. Stokholm seçim paytaxt şəhəridir. Belə ən böyük, ən bahalı şəhəridir deyərdim. Amma Stokholma keçməzdən əvvəl bir neçə dənə ümumi tip vermək istəyirəm bir illik master eləyənlərə.
Yəni bir illik master eləsəniz də yenə də yəni mənim qrup yoldaşlarımla nə qədər oldu bir illik və Avropa Birliyi vətəndaşı olmayanlar müraciət edib person number almaq olur. Sadəcə justification'ınızı biraz uzun yazmalısınız. Niyə istəyirsiniz, İsveçdə qalmaq istəyirəm falan filan. Mənə şəxsən imtina gəldi ona, çünki mən person number üçün mənə zəng gələndə mən Bakıda tətildə idim. Ona görə də telefonu aça bilməmişdim. İsveçdən mənə zəng gəlmişdi. Ona görə yəni amma izah edən dostuma yəni qəbul edirəm. Person number ala bilərsiniz. Yəni person numberınız olmasa bir növ biraz bir çox şeylərdən istifadə edir. Məsələn, cimə yazılanda bahalı olacaq. Məsələn, normalda person number'ın olanda və bank kaydın olanda cim 20-25 dollardır. Yəni çox ucuz bir şeydir. 250-300 kron. Amma olmayanda 3 ayın pulu birdən ödəyirsən və aylıq 800 kronaza da falan filan gəlir. Yəni Çox üzr istəyirəm Əjdər. Burada bir illik oxuyan olaraq bir şey əlavə edeyim. Bir hə, illik oxuyanlar person number almasa da coordination number alır və bu hə, onu əvəzləyir əslində. Yəni məsələn person number olanlara nə diskount düşübsə, yəni məsələn mən özüm o diskountlardan istifadə eləmişəm. Coordination numberdan. Amma hə, dediyinə haqq verirəm. hə, Yəni məncə əgər imkan varsa, məsələn mən bilsəydim ki, person hə, numberə müraciət eləmək olur, 100% ona müraciət eləyərdim. Çünki məsələn bank ID ala bilmədim, Swiss istifadə eləyə bilmədim. Yəni yaxşı olardı ki, hə, müraciət eləyin. Amma eləməsəz də yenə də həyat var, yaşaya hə, It's okay. Okay. hə. Bir də Siz qısaca mən də öz burada review'umu bildirim çox qısaca. İndi tələbələrə personal number coordination falan dedik. Mən əminəm ki, bu hamıda bu dəqiqə çox qarşılıq yaratdı ki, hələ resident housing həll eləməmişik. Onlar nə olan şeydir? hə, üzr Amma istəyirəm. demək istəyirəm ki, çox narahat olmayın. Bunlar əslində İsveçə gələndən sonraki prosedurlardır. Bu haqqda da məlumatlar verəcəyik biz sizə detallı. Amma yəni indi bilmədiyiniz üçün və yaxud da belə çox məlumat olduğu üçün narahat olmayın ki, ayda bunlar da var, bunlar Hə, necə olacaq və s. Hamısı yəni hə. həll olacaq öz növbəsi ilə. Yes. Hə, deməli, onda mən bunlara girişməyim. Artıq rezident inşallah qəbul olandan sonra onda daha ətraflı müzakirə eləyərik. İndi housing məsələsinə gələk. Housing Stockholm Universitetində sözün açığı biraz pisdir. Yəni İlhamən dediyi kimi Lund Universitetinə fərqli olaraq bizdə housing garanti deyə bir şey yoxdur. Amma universitetin saytında yazılıb ki, SI tələbələrinə prioritizasiya eləyirlər, amma yenə də garantiya deyil. Yəni Stockholm Universitetinin səhifəsinə girirsiniz. Onun da haqqında deyirəm. Növbəti slayda keçmək olar. Əvvəlcə sonra qayıdarıq buna. Stockholm Universitetinin səhifəsinə girirsiniz və orada housing müraciətinə basırsınız. Bu ilki yəni pay semestri üçün housing müraciəti 15-29 may arası açıq olacaq. Yəni 14 günlük periodda. Məsəl üçün mənə əvvəlcə housing gəlməmişdi Stockholm Universitetindən. Ona görə mən ev müqaviləsi bağladım. Yəni onu da deyəcəm necə rental tapmaq lazımdır. Ondan bir gün sonra gəldi artıq müqavilə imzalanandan sonra biraz belə bəxt məsələləri də olur. Hə, kampüslərə gələndə mən KTH haqqında deyə bilməyəcəm. 13-cüdən başlayaq. Orada müraciət edəndə Lapis var, Albano var, bu Noratorg var, bir də Kungstram var. Bunlar haqqında qısaca deyəcəm. Əsas dərslərinizin çoxusu Lapisdə olacaq. Əgər hüquq tələbəsi falan varsa 100% Freskaytda olacaq. Freskayt kampüsündə. Mühəndislikdə falan bəziləri Albanoda olur. Albano daha təzə kampüsdür. Lapis elə düz Freskayt kampüsünə 5 dəqiqəlik piyada məsafədədir və burada əsasən koridor rumlar var və ən uyğun qiymətdə deyərdim ki, burada aralarında, yəni koridor rum üçün Lapisdədir. Yəni təxminən ayda 4000-5000 kron arası 6000-ə yaxın, yəni 12000 kron SI təqaüdünü nəzərə alanda tapmaq olur. Yəni Stockholmda housing biraz Lunddan və o digər şəhərlərdən biraz daha bahadır. Yəni bizdə 5000 krona tapanda biraz daha adam sevinir. Sonra Albanoya keçəndə Albanoda həm koridor rumlar var, həm də ki studio dairələri var. Yəni koridor rum olanda kuxna ortaq olur. Studio dairələrdə isə özünüzün də kuxnanız olur. Amma Albano biraz daha bahalıdır, amma kifayət qədər müasirdir, təzə tikilib və şəraiti falan çox yaxşıdır. Təxminən orada da aylıq, yəni orada da semestr var da, yəni
dediyim kimi semestr başı pul ödəyirsə, mən sadəcə aya bölüb deyirəm ki, daha yaxşı. Aylıq 900-1500 dollar arasıdır sizə düşəndən asılı olaraq. Yəni biraz daha bahadır Albano. Kungama və Noratok biraz universitetdən uzaqdadır, amma o qədər də uzaqda deyil. Burada da qiymətlər uyğundur, yəni nisbətən uyğundur Albanoya baxanda. İşte 6000-7000 krona bir şeylər tapmaq olar. Noratokda da daha ucuz opsionlar da ola bilər. Amma Noratokdan ancaq studio dairələrdir və daha azdır. Yəni sizə çıxsa, böyle ən çox çıxma ehtimalı ya Lapisdədir, Riyazi tərəfdən, ya da ki Albanodadır. Yəni belə tövsiyə eləyirəm ki, belə sırf SI təqaüdçülər üçün deyirəm ki, yəni Lapis belə həm universitetə yaxınlıq olsun, həm də qiymət tərəfdən olsun, ən sərfəli option Lapisdir. Təbii ki, biraz daha artıq verməyə pulunuz varsa, Albano da yaxşı optiondur. Belə. İndi o bir slaydı keçə bilərik bayaq qabaq ki. Hə, və bundan başqa Stockholmda başqa optionlar da var. İndi ən ucuzdan başlayacağım. SSP Stockholm deyə bir sayt var. Universitetdə qeydiyyatdan və İsveçdə belədir ki, ən azından Stockholm şəhərində siz gərək əgər burada tələbə endirimlərindən yararlanmaq istəyirsinizsə, Student Union üzv olasınız. Ya burada iki Student Union var. Stuk, bir də Mekanat, yəni tələbə həmkarlar ittifaqı üçün və orada hər 6 aylıq ya 1 illik çox xırda bir məbləğ ödəyirsiniz. Məsəl üçün 6 ay 20-30 dollar, 40 dollar falan. Və orada tələbə endirimlərindən yararlanırsınız. Transport kartı olsun, ya da ki otel kirayə eləyəndə, ya uçuş edəndə. Yəni burada tələbə endirimləri hər şeyi əhatə edir. Yəni arada paltar mağazasında, Zara'da, ya da ki Max Burgerdə yemək yeyəndə, yəni ağlınıza gələcək bütün sferalarda, ya da ki mən evə air fryer almışam. Air fryerdə də o Stukdan tələbə endirimindən bir texnologiya mağazasını almışam. Yəni belə həyatınıza gələcək hər sferada bu tələbə endirimi sizin yararınıza çata bilər. SSP Stockholmda onu keçənsə Stuk üzvü olursunuz. Olmazdan əvvəl amma orada 90 gün dalbada burada ucuz accommodation var. 3000-4000 krona Stockholm üçün çox yaxşı qiymətlərdir bunlar. Hətta universitetə yaxın müxtəlif yerdə, universitetdən uzaqda ola bilər. Accommodation verir, amma gərək 90 gün dalbadal hər gün sayta girib qeydiyyatdan keçib orada queue eləyəsiniz. Yəni 90 gün dalbadal sizin olandan sonra sizə yalnız o zamandan sonra ev optionu tutmaq optionunuz olacaq. Yəni artıq mayda inşallah İstanbula gedin gəlin. Buna başlayın ki, iyulda falan edə bilərsiniz. Sözün açığı mən bu optionu etmədim. Çünki mən yəni özüm bakalavrda Türkiyədə oxumuşam, Ankara şəhərində. Həmişə evdə yaşamışam. Mən evdə yaşamaq istəyirdim. Belə yataqxana şəraitini çox xoşlamıram deyə. İkinci akademik Svarta keçək. Akademik Svartda bir növ SSP oxşur, amma orada 90 gün növbə tutmaq lazım deyil ki, sizə ev optionu verilsin. Akademik Svartda sadəcə bu akademiklər üçün falan yəni tələbələr üçün ev optionları falan filan var. Ev, koridorun falan. Qiymətləri də uyğun qiymət tapmaq olur. 4000, 5000, 6000 krona. Yəni oradan da tapa bilərsiniz. Sonra indi əsl ev housing rental saytlarına gedir. Çoxdur, Blockstate'də var, amma mən əsas ikisini seçdim. Misal üçün kassadan başlayaq. Kassada həm rumlar var, həm də evlər var. Bəzən də rumlarda, misal üçün ev sahibi sizə otaq kiralar, ev sahibinin bir yerdə yaşayırsınız. Belə bir optionunuz da var. Yəni o daha nisbətən ucuz olur. Amma bir tərəfdən də adətən yaşlı, İsveçli ya qoca kişilər ya qoca qadınlarla bir yerdə yaşayırsınız. İndi mənim qrup yoldaşlarımdan belə yaşayan kifayət qədər adam var. Çünki Stockholmda biraz housing crisis var. Ev tapmaq çətindir. Yəni sırf əgər ev tercihiniz evdə yaşamaqdırsa. Sonra yuxarıdakı saytı keçsək, Samtric saytı, hansı ki mənim özümün ev tapdığı saytdır. Sözün açığı ümumi İsveç, Stockholm bazarında belə deyə bilərəm ki, sırf yəni Stockholm bazarında yəni rental ev tapmaq, xüsusən əgər person number'ınız yoxsa, bank kaydınız yoxsa, tam ev tapmaq biraz daha çətindir. Misal üçün biz otaq yoldaşlarım biri də nə qədər artıq 2 ay sonra tapa bildik. O da neçə dənəsə rejekt aldıq ki, burada bir növ bina evləri tam
ev sahiblərinin deyil, bunların bir kansılı var. Bir növ ondan məsləhət alırlar ki, evi bu filan tələbələrə kirayə verə bilər. Bir növ binanın həmkarlar ittifaqı deyil, bina yönətimi, idarə etməsi kimi bir şey. Nə qədərindən elə reject aldıq. Lakin sonda bir dənə ev tapdıq Samtec saytından. Am, Yəni belə şərtlər belədir ki, 2 aylıq depozit adətən istəyirlər evin qiyməti nə qədərdirsə. Belə evlərin qiyməti haqqında deyə bilərəm ki, mən 2 otaq yoldaşımla bir yerdə qalıram. Evimiz 3 otaqlıdır. O təxminən 15 min kron civarı gəlir aylıq. Yəni adam başı 5 min kron gəlir. Təxmini olaraq yəni, aylıq 500 dollara gəlir. Yəni Stockholm üçün kifayət qədər yaxşıdır. Biz də necə tapdıq? Belə təsadüfən oldu. Bu ev sahibi qoca bir yaşlı kişidir, hansı ki bütün qışı Tayland'a gedir 6 aylıq. Və o da elə görüntülü zəng eləmək falan danışdıq, razılaşdıq. Bank hesabına köçürdü 2 aylıq depozit plus 1 aylıq kirayə və biraz çətin olsa da, yəni evdə qalmaq istəyirsən, belə hətta ki, əgər Stockholmda birdən çox indi bilmirəm nə qədər var, amma birdən çox nəfər sizə eyni universitetdə oxuyursa, hətta ki, mən 2 dənə otaq yoldaşımı WhatsApp-da birimizi əlaqələndirib bir yerdə baxdıra bilərsiniz və beləcə evin xərclərini də bölüşdürmüş ola bilərsiniz, belə deyim. Və 2 aylıq depozit ödəyirsiniz. Biraz təbii İlhamənin dediyi kimi bu depozitdən sonra da gəlib evi yoxlayacaqlar. Yəni ki, əgər nəyisə qırıbsınızsa, onu depozitdən çıxacaqlar. Biz ki, toplam depozit 27-28 min krondur. İndi İnşallah heç bir orada itkiyə məruz qalmarıq. Belə qısa Stockholm və tələbə həyatından da danışım. Dediyim kimi bu mütləq student union üzv olun və istəsəniz velosiped alın, amma buranın public transport sistemi kifayət qədər yaxşıdır. Bəzən heç velosipedə də ehtiyac olmur. Elə tələbə tarifindən aylıq 65 dollar, 650 krona edə bilərsiniz. Yəni bir aylıq full tələbə kartını. Belə student life yaxşıdır. Universitetin özünün məkanları var, barı var. Universitet olanda hər həftənin 3-cü günü ya 4-cü günü access eləyə bilirsiniz. Belə yəni, maraqlıdır. Bir də hər il Nobel mükafatı Stockholm şəhərində banketi keçirilir və Nobel mükafatçıları gəlib Stockholm Universitetində danışır. Belə elmə maraqlısı ona çıxışına qulaq asa bilərsiniz. Misal üçün bu il Darren Lacemoğlu, Simon Robinson gəlmişdi. Mən də iştirak eləmişdim onların universitet leksiyasına, belə deyək. Və bu qədər. Yəni uğurlar hamıya. Çox sağ ol Əjdər, detallı məlumat üçün. Ümid edirəm, məncə çox faydalı olacaq Stockholmdan olan tələbələrimiz üçün. Və yenə də nəsə suallar olsa, təbii ki, yönləndirəcəyik həm sənə, həm Stockholm qrupuna. Orada da detallı məlumatlar ala bilərlər. Çox sağ ol bir daha. İndi keçək o birisi şəhərə. Burada başqa nə var? Haydi baxım. Uppsala. Nəzrin, buradasan, eşidirsən? Eşidirəm. İndi aramızda var, Uppsala'da oxuyacaq, yoxsa yoxdur? Prosta elə belə bir sual verirəm. Var sana bir rahatlatma cümləsi deyəcəm. Məncə olmasa da rekordinqa qulaq asacaq. 100% recordinga qulaq asacaq. Okey, onda buradan bir nəfər idi SI gördüm. Bu qədər şey ehtiyac yoxdur, bu qədər sayt yoxdur. Rahat olun, bizim qarantiyamız var. Bizdə çox rahat oldu. Yəni məndə çox rahat oldu. Ümumiyyətlə burada oxuyan tələbələrdə də eyni case. Bizdə çox rahat oldu. Burada gördüyünüz optionlar Vidalay, Lila, Floxta, Kantorsgatan, Klostergatan, Snevikes, EKB, Eklunds, bir də Rakaber. Bunlar tək bir vahid portal üstündən apply olunan optionlardır. Yəni şəhər onsuz da balacadır və şəhər mərkəzinə ən uzaqda olan Floxdadır və hamının seçdiyi daha çox tələbənin olduğu yataqxana Floxdadır. Otaqlar haqqında məlumat verib eyni təkrara düşməyəcəm. Artıq hamı verdi o məlumatı. Bizdə də koridor, studiya
rumlardır. Mən özüm koridorda qalıram, 5 nəfərlə qalıram. Uppsala şəhər olaraq Stokholma yaxındır və qiymətlər də elə Stokholmda necədirsə yaşayış, burada da elədir, eyni aralıqdadır. Onu deyərəm ki, mən belə qulaq asıram, deyəsən elə ən baha option bizdədir. Çünki bizdə ən aşağı option 4900 kron aylıq. 4900 kron və onu deyim ki, mən bura gələndə mən özüm Rakaberskatanda qalıram 9-cu optionda. Mən bura gələndə 5700 idi rent. Hardasa fevral ayında oldu 5900. Yəni belə bir şoklara da təsadüf etsəz, yəni şok olmayın, belə şeylər təsadüf etsəz, şok olmayın, olur bu iqtisadiyyatdan qaynaqlıdır deyəsən. Heç sizdə olub İlham belə qiymətlər qalxıb. Amma bu arada kontraktda var bu, ona görə etiraz edə bilmərik. Yes, əslində bu çox normal praktikadır İsveçdə bu. Çünki inflyasiyanın əlaqədar olaraq daimi inflyasiya gedir İsveçdə çox güclü şəkildə. Və bununla əlaqədar olaraq daimi 2 aydan bir, hər semestrdən bir nəinki ev qiymətləri, marketdəki qiymətlər, nəqliyyat qiyməti və s. çox dəyişir və mən 2 ildir burada yaşayıram və buna öyrəşmişəm. Bilirəm ki, məsələn, yanvar ayı gəldi, yeni il başladı, nəqliyyat qiymətlərində 5 kron artım olacaq və yaxud da bir aydan bir və yaxud da bir ay yarımdan bir ərzaq qiymətində 2-3 kron belə artım olacaq. Yəni bunu belə nəzərinizdə saxlayın ki, ev qiymətləri də həmçinin hər semestr çalışırlar 100, 200, 300 kron qaldırsınlar. Bu inflyasiya ilə əlaqəli olan bir problemdir. Məlumat da məsələn çox əslində gec verdilər bizə, elə 1-2 həftə öncədən. Yəni ona görə də biz buna şok olmuşduq. Əslində 200 kron çox böyük bir məbləğ deyil. Application haqqında danışım. Açığı mən unutmuşdum yoxlamağı nə vaxtdır. İndi baxıram, tapa bilmirəm məlumatı, amma ən azından bir yaxşı xəbər onu deyim ki, saytda application period açılanda Uppsala University Housing sayt var. Elə belə yazın Google-da çıxacaq Uppsala University Housing. Bu saytda burada 9 dənə option görmüsünüz. 9-u da oradan belə deyim müraciət olunur. Application period açılmayıb. Çünki hardan bilirəm? Çünki registration hissəsində mənə student olaraq registration option vermədi. Bu da o deməkdir ki, hələ açılmayıb, amma universitet özü sizə e-mail göndərir. Ona görə məncə bu məlumat hələ heç yerdə yoxdur. Çünki universitet göndərir, mənə də göndərmişdi. Xatırlayıram, mayın sonu idi bu ərəfə və deadline var. O deadline-ı qaçırmayın. Nə qədər biz qarantili olsaq da, bu demək deyil ki, deadline-dan sonra ev tapa bilək. Olub, o halda olub, amma niyə şansa qoyursunuz? Deməli, bizim optionda siz bu il nə olacaq açıq, yəni bilmirəm, bu məlumatı öncədən də verə bilmirəm, zaten açıq deyil, amma məndə nə olmuşdu? 3 dənə bu gördüyünüz 9-dan və yaxud çıxa da bilər, təzə də gələ bilər, inanmıram yenisi var. Baxdım yenisi yox idi. Bu 7-8 optiondan 3-ünü seçirsiniz. Və o 3-ündən birinə düşürsünüz. Və hətta elə də olur ki, o 3-ündən heç birinə düşürsünüz, random sizə atırlar harasa. Mən də seçdiklərimdən birinə düşmüşdüm. Bir məsələ var, xahiş edirəm, onu əsla unutmayın, çünki bizdə unudanlar və daha sonra peşman olanlar var idi bu barədə. Əgər studiya istəyirsinizsə, mütləq və mütləq onu e-mail şəklində yazın ki, mən studiya istəyirəm. Çünki saytın heç bir yerində bu option yoxdur. Yəni sən bəlkə bu il onu fiks eləyiblər, amma keçən il belə idi. Yəni studiya istəyənlər əlavə e-mail yazsınlar Uppsala University Housing-ə ki, mən studiyada qalmaq istəyirəm. Mənim Rakaberskatan və Floxanı qarşılaşdıracağam. Çünki mən demək olar ki, şəhərin mərkəzində yaşayıram hal-hazırda. Çox, hətta mənim kampusum 4 dəqiqə. Sanki özümü kampusun həyətindəymiş falan kimi hiss edirəm. Çox yaxındır da. Yəni dəhşətli yaxındır. Bu mənim üçün çox böyük bir avantaj idi. Mən bunu bilərəkdən bu 3 optiondan bilərəkdən bunu seçmişdim. Bu arada mən bilmirəm qeyd elədim yoxsa yox. Mən 5900 kron verirəm aylıq olaraq.
mütləq araşdırın, hərəsi hardadır və buradan o Uppsalada oxuyacaq olan şəxsə mən bildirmək istəyirəm. Mən sorry, bilmirəm, o Uppsala şəhərində oxuyacaq, yoxsa Uppsalanın Qotlanddakı korpusunda mı oxuyacaq? Qotlanddakı korpusunda oxuyacaqsa yenə proses eynidir və Qotland tamamilə ayrı bir adadır. Yəni əslində İsveç daxilində də deyil, ada şəhəri olaraq keçir. Amma o da narahat olmasın, əgər Qotlanddasa yenə girəcək Uppsala Housing dən müraciət edəcək, 3 dənə seçim seçəcək və belə deyim, bu seçimin nəticəsi olaraq da müqavilə müddəti qeyd ediləcək və nəticəsi olaraq da bir offer alacaq və o offeri qəbul eləsin zəhmət olmasa. Digər belə deyim, iştirakçılar sağ olsunlar, bir çox optionlar verdilər sizə. Mən vermirəm. Səbəbi odur ki, əslində çox da yoxdur. Məsəl üçün, İlhamənin Lundda qeyd elədiyi kimi Facebook qrupları var. Bunu option olaraq vermirəm. Çünki necə deyim, scam halları çox olur deyə. Məncə bura gəlin, Uppsala University Housing-dən istifadə eləyin, ondan sonra dəyişin. Çünki çox riskə atmış olacaqsınız mənə görə. Və bu arada yenə burada da saytlar var, hansı ki digər belə İlhamənin, Əjdərin, digər belə deyim, iştirakçıların qeyd elədiyi kimi burada da saytlar var. Amma bu saytlar yenə Q-nandır, yenə depozit 3 ay falan ödəmək lazımdır. Yəni mən düşünürəm ki, İsveçə yeni gələn birisi olaraq ilkindən elə Uppsala University Housing seçin. Çünki garantiyadır, scam yoxdur, bilirsiniz hardadır, nə necədir. Ondan sonra gələndən sonra dəyişdirin. Yəni bu nacizanə mənim bir tövsiyəmdir. Amma var, saytlar var. Co-sharinglər var. Stockholm və Uppsala ərazisində co-sharing yaşaya biləcəyiniz saytlar var. Mən bu arada onu deyim ki, Floxda haqqında məlumat verim. Floxda şəhər mərkəzindən ən uzaq olan belə deyim optiondur. Floxda Serlanders var. Onu deyim ki, Floxda əsl tələbə olduğunuzu hiss edəcəyiniz bir yer olaraq qeyd edə bilərəm. Yəni, Floxdanı seçirsinizsə, 12 nəfərlə eyni mətbəxi bölüşəcəyinizi, 12 nəfərlə çox common bir məkanı bölüşəcəyinizi nəzərə alın. Məsələn, mən heç cürə istəmirdim 12 nəfərlə birlikdə olmağı. Ona görə nə qədər daha münasib qiymətli olsa da Floxdanı seçmədim. Və Floxya da düşmədim. Bu arada digər biz burada Uppsalada oxuyanlar var. Floxdanı seçməmişlər, amma Floxyaya düşüblər. Yəni o da yenə biraz bəxtdən asılıdır. Amma proses çox rahatdır da. Yəni application form hardasa bir 3 dəqiqəlik formda doldurursan, 3 dənə seçim seçirsən. Sadəcə biraz araşdırım. Məsələn, Google Maps-də baxmışdım ətrafına. Məsələn, onu deyim ki, mənim qaldığım yer nə qədər mərkəz olsa da, məsəl üçün, məncə heç kim bu mövzuya değinmədi. Zaten uzun müddət artıq biz webinardayıq. Qarşıda siz yorulmuş ola bilərsiniz. Çox məlumat, overload falan filan. Məsələn, mənim yanımda münasib market olaraq İsveçin brendi olan IKA var. Və məsəl üçün, İsveçə daha uyğun, daha münasib gibi. Nəsə, Azərbaycanın örnəyi gətirəcəm. Düşünün, Araz, Bravo, Oba, necə qiymət segmentasiyası dəyişirsə, eyni proses burada var. Məsələn, mənə ən yaxın İKA-dır. İKA-da da nisbətən qiymətlər daha baha olur. Amma digər atıram, hansını deyim, Kantorskatan da yaxınlıqda Lidl market var. Yaxınlıqda hansılar var? Yenə İKA var, Lidl var. Coop da var onun yaxınlığında və bu marketlərdə qiymətlər nisbətən daha ucuz. Ona görə yaşayış haqqında mən sizə çox belə məlumat verə bilmirəm. Çünki mən məsələn özüm yaşama daha çox pul xərcləyirəm buradakı digərlərinə nisbətən. Çünki mən mətbəxi ortaq bölüşürəm. Bizim soyuduzumuz ortaqdır. Məsəl üçün mətbəxim ortaq olduğuna görə bölüşdüyüm yerlər ortaqdır. Hətta onu deyim ki, sizə məsələn, mən Azərbaycanda ən azından ailəmdə necə etsə, məsələn, həftəlik, aylıq, bazarlıq var. Burada heç cür onu eləyə bilmirəm. Çünki şehir bir
soyuducu varsa, sizə aid sadəcə bir rəf var və onu da qeyd edeyim ki, burada expire date nədirsə məhsullar o gündə də elə bil ki bilirlər də expire date'i dəqiqliyi ilə o gündə də xarab olduğu üçün ya bu sizin yaşam xərcinizə çox böyük effekt eləyir. Location. Hətta burada cluster qatan. Bu elə bir ki, düşünün içəri şəhərdə Azərbaycan olaraq örnək verirəm. Onun yanı daha da bahaçıllıqdır, daha da belə deyim, böyük marketlərin olduğu, amma məsələn Bravoya düşünün ki, Bravoda əgər çörəyin qiyməti 30 qəpiksə misal üçün, bütün Bravolarda 30 qəpikdir, amma bilmirəm, İlham, bu Londda da belədir. Nəsə, Uppsalada belədir ən azından. Məsələn, İKA-dır. İKA hər locationda qiymət ayrıdır. Yəni ona görə bu çox böyük effekt eləyir. Biraz araşdırın məncə. Bir də mən də o bir şey əlavə edə bilərəm bu haqda. Buyur. Hə, elə bir ki, Azərbaycandan və bir çox fərqli ölkələrdən fərqli olaraq, yəni İsveçdə marketlər franchising sistemi ilə işləyir. Yəni misal üçün hər locationda ona görə ayrıdır. Bir də qiymətlər ayrıdır. Yəni location kirayə qiymətindən və sahibin istəyindən asılı olaraq bir növ profit marjinə. Bir də belə bölmədən bir dəqiqəlik bunu da əlavə edeyim ki, əgər misal üçün burada İKA-da kateqoriyalar var. İKA Nara, İKA Supermarket, İKA Phantom, bir də İKA Hipermarketin adı neydi? O yadımdan çıxdı. Bir də İKA-nın İKA Maxi, hə, İKA Maxi. Yəni əgər İKA-dan bazarlıq edəcəksinizsə, nə qədər market böyükdür, ya İKA Maxi misal üçün, orada qiymətlər İKA Naradan daha ucuz olacaq. Yəni eyni marketdə, amma o marketin hipermarketi məhəllə marketi, hansı ki Naradır, ondan daha ucuz olacaq bir çox məhsullara, bu qədər. Eynən. Mən də deyindiyim məsələ buydu. Yəni bu xırda görünsə də əslində məsəl üçün mən bir çox sual alırdım ki, 12.000 kron yaşayışı bəs edirmi? Ya məncə buna təsir edir. Çünki Uppsalada yaşam haqqında məlumat versəm, aylıq tiket 820 krondur. Aylıq 820 kron siz avtobus üçün, nəqliyyat üçün, transportation üçün bilet alırsınız. Günlük və 75 dəqiqəlik var. Heç o detallara girmirəm, çünki heç sərf eləmir. Zaten tələbəsinizsə, burada tələbə qiymətini deyirəm. Tələbəsinizsə aylıq alacaqsınız. Əgər uzaqdadırsa kampus sizdən. Və həqiqətən belə deyim, kampusun yeri çox önəm daşıyır. Çünki məsələn mən almadım bu transportation optionu, çünki mən özüm çox yaxında qalıram və bunu nəzərə alaraq mən 3 dənə option seçdim. Yoxsa məsələn görüntüsünə baxıb deməyin də, okey, bu yaxşı görünür, bunu seçin. Məncə belə şeyləri düşünün. Əgər əlavə gəliriniz yoxdursa və sadəcə SAIN scholarship-ini düzgün və normal həyat şəraiti yaşamaq istəyirsinizsə, bunların hamısını nəzərə alın. Məsələn, mən xatırlayıram ki, bu qədər çox detala niyə girmişəm bilmirəm, amma xatırlayıram ki, mən Google Maps-i açırdım, baxırdım, yəni ətrafına baxırdım, işte orada nə var, xəstəxana yaxında var, nə bilim, nə. Yəni hər şeyə baxın. Bir də bu ilk Vidala Nation deyim. Digərlərinin qeyd etdiyi kimi bu nationların belə deyim binalarıdır və bu binalar nisbətən məsələn 3500 krona falan bu binalardan ev tapmaq olur. Amma ilk müraciətdə demək olar impossible-dır. Yəni siz gəlirsiniz, sonra nation-a üzv olursunuz, ondan sonra müraciət eləyirsiniz. Və bir də buradan müraciət edəcək olan şəxslərə onu deyim, bu il mənim əziyyət çəkdiyim bir məsələdir. Mən 1 illik təhsil alıram. Mənə kontrakt olaraq 2 illik kontrakt Uppsala University Housing verib və bir də onu deyim, mən bilmirəm bu digər şəhərlərdə də var, yoxsa yox. İndi biləcəyik hamımız. Biz əgər apartment housing dəyişiriksə 3 ay öncədən Uppsalada xəbər verməliyik. Və bu 3 ayda, yəni bu çoxdur əslində də. Düşünün ki, mən deyirəm ki, okeydə mən burada yaşamaq istəmirəm. Mən çıxmaq istəyirəm, amma siz çıxa bilmirsiniz. 3 ayın pulunu ödəməlisiniz. 3 ay əvvəlcədən deməsəz, heç bir şey də dəyişdirə bilmirsiniz. Və mənə 2 illik kontrakt göndərmişdilər. Mən 1 il oxuyuram və mən iyun ayında
qeyd eləmişəm ki, mən 2 illik kontrakt istəmirəm. Mən 1 il oxuyacağam, 1 illik kontrakt istəyirəm. Onlar da mənə qeyd elədilər ki, okey, bu kontrakt bitənə yaxın bunu bildirərsiniz. Və bu arada bir onu da qeyd eləyim. Uppsalada ödəniş avqustun 1-dən yox, avqustun 15-dən başlayır. Yəni mən 15-dən avqustun sonuna qədər olan period ödəmişəm. Özüm də zaten elə avqustun sonuna gəlmişəm. Və çıxış üçün məsəl üçün kontrakt iyunun 15-nə qədərdir. Yəni məsələn mən çıxıramsa 3 ay öncədən xəbər verməliyəm. Yəni əgər bura gəlirsinizsə, deyirsinizsə, okey, 1-2 ay qalaram, sonra dəyişərəm. Nəzərə alın ki, 3 ay öncədən xəbər verməlisiniz. Yəni məsələn gəldi sentyabrda artıq qərar verməlisiniz ki, mən buranı istəyirəm yoxsa yox. Çünki oktyabrda çıxa bilmirsiniz. 3 ay sonrasında çıxa bilirsiniz. Hamısına aiddir. Bir dənə Vidala Nation-a aid deyil və bir də onu da qeyd edim ki, yayda ödəniş ödəyəcəksiniz. İndi Floxda da oxuyan tələbələr belə deyim biraz birləşib, həmrəy olub çox şikayət bildiriblər. Hələ nəticə alınmayıb, amma onlar da yayda ödəniş çünki elə olur ki, 2 illik oxuyanlar yayda Azərbaycana qayıdır və yaxud ölkədən İsveçdən çıxır. Amma yenə də məcbur ödəyəcəksiniz yayda da. Digər burada gördüyünüz optionlarda. Belə, hər hansı bir sualınız olsa, yenə mənə qeyd eləyə bilərsiniz. Bu qədər. Çox sağ ol Nəzrin. Məncə çox detallı idi. Bir sual qalmadı düzü. Təşəkkürlər. Bu arada o 2 ay, 3 ay notice periodu deyim ki, o əslində hər property-nin özünün tənzimlədiyi yox, İsveçin özünün birbaşa əmlak qanunvericiliyinin tənzimlədiyi bir şeydir ki, özü belə bir şərt qoyur ki, ağla batan bir müddətdə notice period verməlidir evdə qalanlar ki, o ağla batan periodda ya 2 ya 3 ay götürürlər. Amma yəni belə görmüşəm. 2 ya da 3 və bütün demək olar ki, full İsveçdə belə bir praktika var ki, çünki evi rentə verən şəxs də bunu əvvəldən bilməlidir ki, məsələn bu şəxs çıxacaq, ona uyğun planlarını görsünlər məntəqə ilə. Belə, yəni bu mütləq Ay, görsünlər okey, özlərinin 3 ay ümumi çox gəldi mənə. Məsələn, burada demək olar heç kim dəyişdirmək istəmir. Bir də onu qeyd edeyim ki, depozit 2500 kron idi mənim ilimdə. Yəni mən öncədən gəlməmişdim, artıq iyun ayında 2500 kronu ödəmişdim. əvvəldən ödəyirik. Və 2500 kronu və avqustun 15-dən avqustun sonuna qədər, yəni yarı ayı ödəmişdim. Yəni siz də ödəməli olacaqsınız. Bunu da nəzərə alın. Yes. Bunlar oxşum ümumi gənclər housinglar barədədir. Gördüyünüz kimi müxtəlif şəhərlər üzrə müxtəlif tendensiyalar var, müxtəlif qiymətlər var. Hansı ki, məsələn, Lundda məncə artıq gördünüz ki, daha ucuzdur. Bir şey ki, məsələn, Lundda ən aşağısı 3500 krondan başlayır. Amma məsələn, Uppsalada, Stokholmda 5000 tapan sevinir ki, 5000 krona nəsə ev tapmışam. Və müxtəlif ev optionları var ki, məsələn, dediyim kimi, Lundda tapmaq daha rahatdır, daha sanki çoxdur. Məsələn, Stokholmda universitetin özünkülər daha az üst tutulanıymış ki, amma düşünürəm ki, at least bu webinarda sizə qısa bir overview oldu ki, məsələn, hansı optionlara baxsaz, hardan necə tapa bilərsiniz. Gələk əslində çox uzun vaxt ki, həmişə belə webinarın müddəti çox uzun olur. Çünki çox detallı həqiqətən informasiyalar var verilmək üçün və hələ təsəvvür edin biz nə qədərini verməmişik. Çünki onlar artıq növbəti zamanların məlumatlarıdır. Məsələn, İsveçə gələndən sonrakı məlumatlar və yaxud da indi məsələn gənclər bəziləri qeyd elədi, gəlməmişdən əvvəl hansı applər olsa yaxşıdır və yaxud da gələndən sonra hara üzv olsa, student nationlar və s. falan ki, bunların özü ayrıca bir topikdir. Ümid edirəm bu barədə də detallı məlumat verəcək ki, gələndən sonra sizə rahat olsun. Amma qısaca bu barədə də bunlar barədə də məlumat verim. Sonra görüşü yekunlaşdıraq, çünki Azərbaycanda artıq saat çox gecə olur. Sizə çox yormaq istəmirəm, çünki Friday-də işdən də gəlmisiniz. Deməli, digər qısa bir məlumat tuition fee payment-lə bağlıdır ki, bununla bağlı mənə suallar gəlirdi. Məsələn ki, biz SAI qazanmışıqsa, bundan sonraki bu universitetlərə ödənişi necə eləyək? Bununla bağlı heç narahat olmayın. Çünki artıq SAI özü universitetlərlə birbaşa əlaqəyə keçəcək və bu prosesi artıq özləri həll eləyəcəklər. Yəni bu məqamda sizin üzərinizə heç bir yük düşmür ki, universitetlərlə əlaqəyə girəsiniz, hansısa bir nəsə ödəyəsiniz, sonra SAI siz onu reimburse eləsin və s. Yəni heç belə bir şeylərə ehtiyac qalmır. Siz sadəcə
Bir dənə ev axtarışına başlaya bilərsiniz, bir də miqrasiyaya müraciətə. Qalan hər şey SAI-ın özü tərəfindən həll ediləcək universitetlərlə bağlı və universitetdən də sizə heç bir mail falan gəlməyəcək ki, tuition fee-ni niyə ödəmədin və yaxud da niyə gecikdin. Bu bir məsələ. Qısaca. Bir də arrival day məsələsi var. Bununla da bağlı tələbələr soruşur. Əslində vaxt yaxınlaşdı, bununla da bağlı ayrıca qeyd edərik. Amma universitetlərin özləri də sizə mail göndərəcək. Məsələn, xüsusilə də Lundda belə bir şey olur ki, məsələn, hər universitetin özünün xüsusi arrival day-ləri olur. Bu normalda avqustun ortaları olur. Məsələn, deyək ki, avqustun sonu dərs başlayacaqsa, bunu avqustun 15-i, 16-sı, 17-si belə bir arrival day qeyd edirlər ki, imeni siz həmin o arrival day-də gəlsəz, universitetlərin özlərinin sizə xidməti var, pulsuz xidməti. Məsələn, Lundda ən azından belədir ki, sizi Kopenhagen aeroportundan, hansı ki, çünki tələbələr Lunda yaxın Kopenhagen aeroportuna gəlirlər. Sizi aeroportdan qarşılayırlar, şəhərə gətirirlər, aparırlar accommodation'a qoyurlar və s. ki, yəni bu kimi və yaxud da nömrə də verirlər. Başqa, yəni bu tipli pulsuz bütün xidmətləri göstərirlər. İmeni arrival day-də gələndə. Amma soruşsaz ki, vacibdirmi arrival day-ə gəlmək? Çünki bəzən tələbələr olur ki, işləri çıxır və yaxud da bilet üst-üstə düşmür. Arrival day-də gəlib çata bilmirlər. Məsələn, mən özüm arrival day-də gəlməmişdim. Təbii ki, vacib deyil. Yəni bu gündən kənar da gələ bilər. Məsələn, deyək ki, arrival day 15-dir, amma siz gəlirsiniz 17-si. Yəni heç bir şey çox da itirmirsiniz. Sadəcə təbii ki, məsələn, indi baqaj falan varsa, bunu müəyyən qədər özünüz daşıyacaqsınız, amma gəlməmişdən qabaqda məsələn Lundda tanış varsa, yəni başqa şəhərlərdə də tanış varsa, onlarla danışıb həll edə bilərsiniz. Məsələn, biz keçən il mən özüm həmin o vaxt Lunddaydım və Lunda gələn başqa şəxslər müraciət eləmişdi və onlarla elə köməkləşib çamadan daşınması idi, yerləşdirilmə və s. işlərini həll eləmişdik. Yəni o da belə böyük bir problem olmur. Amma nəzərinizdə qalsın, yəni universitetlərin belə bir option olsa və sizin də vaxtınız uyğun gəlsə, niyə də istifadə etməyəsiniz? Bu belə. Bir də ailə ilə köçmək məsələsi. Əslində bayaq bu məsələyə kiçik də olsa Fidan xanım toxundu ki, bununla da bağlı yenə nəsə sualınız olsa verə bilərsiniz. Amma bu il belə başa düşürəm ki, bizim ailə ilə köçən çox üzvümüz yoxdur. Mən belə başa düşdüm, hətta bir ya da iki nəfərimiz var. Keçən il daha çox idi. Ki, ailə ilə köçəndə siz əgər yoldaşınızı, uşağınızı və yaxud da uşaqlarınızı gətirmək istəyirsinizsə, onlar üçün ayrıca permitə müraciət etməlisiniz. Bayaq o məsələyə hansı ki toxunduq. Onlar üçün ayrıca living cost göstərməlisiniz. Bu həm təbii ki sənəd üzərində olmalıdır, həm də faktiki olaraq sizin həqiqətən belə bir maliyyəniz olmalıdır. Çünki İsveçdə yaşam çox yüksəkdir, sözün əsl mənasında. Ki, elə siz məsələn deyək, özünüz ancaq təqaüdlə olsaz, uşağınızı və yaxud da yoldaşınızın da maliyyəsini qarşılayacaq bir miqdar olmalıdır ki, çətinlik olmasın. Ki, ailə ilə köçəndə biraz məsələlər də çətinləşir. Ev məsələləri xüsusilə, məsələn, tək şəxs adam özü köçəndə student yataq xanaları da buna normal olur tapmaq. Amma ailə ilə olanda, məsələn, Lundun özünün accommodation'da keçən il belə bir case yaşanmışdı ki, təəssüf ki, onların ailə üçün opsionları yox idi. Ona görə də reject vermişdilər ki, bizdə ancaq tək nəfərlikdir və yaxud da ki, əgər yoldaşla köçmə halı varsa, məsələn deyək ki, okey, apartmentdə və yaxud da studiyada qala bilərsiniz, amma hər iki tərəf Lund Universitetinin tələbəsi olmalıdır. Və belə bir restriction qoymuşdular. Yəni hər bir halda bunları nəzərə almaq lazımdır. Əgər kimsə ailə ilə köçəcəksə, hansısa bir şəhərə ki, araşdırmaq lazımdır ki, hansı bir çətinlik olacaq bunlardan biri olaraq. Belə, bu da əslində ümumi living cost-dur. Onu deyim ki, bu updated, tam update olunmayıb. Heç update olunsa belə İsveçdə bu living məsələləri o qədər artır ki, məsələn, elə ən qısa nümunəni verim, çox uzatmadan. Təzəlikcə bir ayın, 2 ayın maksimum söhbəti olar ki, bayaq gənclərin dediyi marketlərdə IKEA olsun, Willys olsun, bunların hamısında boykot edirdilər. Çünki insanlar birdən baxdılar ki, qiymətlər çox yüksək şəkildə artıb. Məsələn, əvvəllər mənim aldığım yağ 30 kron idisə, indi artıq 60 krondur. Yəni hər dəfə dediyim kimi, həftə ərzində 2 həftədən bir artırırlar və birdən baxırsınız ki, oyda məsələn olub bunun qiyməti 60 kron, hansı ki 30 kron idi və s.
Ki bu da inflyasiya ilə əlaqəli bir şeydir. Amma ümumən, yəni suala belə həmişə gələn suallardan biri olub ki, bəs mən 12 min kronla yaşayışımı qarşılaya bilərəmmi? Və mən də həmişə cavab vermişəm ki, əgər normal deyək, tələbə həyatı yaşamaq planında olacaqsınızsa, heç bir şeyi overcost eləmədən çatır. Yəni overcost dediyim nədir? Məsələn, çox travel eləyəcəksinizsə, yemək məsələsində məsələn qida rasionunuz daha başqadırsa və s. ki, bunda biraz təbii ki, çox çıxa bilər. Bir də qaldığınız yerdən asılıdır. Məsələn, mən belə baxıram ki, Stokholmda, Uppsalada yaşayış, yəni evə verilən qiymət o qədərdir ki, geriyə məsələn səyahət üçün və s. yaşayış üçün biraz daha sıxmaq lazım olur. Nəinki məsələn Lundda daha ucuz option tapıb qalanın əksinə daha çox hissəni yeməyə və s. vermək olar. Amma bunu da hər bir halda dediyim ki, yəni bu sizi qorxutmasın, tənzimləmək olur. Bura gələndən sonra indi özünüz də görəcəksiniz. Hər bir şey rahat şəkildə orta dərəcədə tələbə yaşamı ilə yaşayanda çatdırmaq olur. Çünki bu 12 min SEK məbləği elədir ki, bu dövlətin də, yəni İsveç krallığının öz vətəndaşlarına verdiyi bir məbləğdir tələbələrinə. Ki o özü də öz tələbələrinə belə bir məbləğ verir ki, onlar təhsil müddətində yaşayış xərclərini qarşılasınlar və mən düşünürəm ki, ESAID elə bunu nəzərə alıb belə bir məbləğ müəyyən eləyib. Belə, xərciniz çıxacaq şeylər də təbii ki, yemək, içmək məsələləridir, nəqliyyatdır. Nəqliyyat xərcini azalmaq üçün məsələn şəhərdən az sonra velosipeddən istifadə edə bilərsiniz. Məsələn, Lundda belə eləyirlər. Daha sonra tələbə endirimi verən müxtəlif proqramlar olur. Bunlar haqqında da geniş məlumat verəcəyik. Müxtəlif şəhərlər üzrə ki, onlardan istifadə edib tələbə endirimləri ala bilərsiniz. Məsələn, çox vaxt kafelərdə, adi köşklərdə tələbələrə endirim olur. Məsələn, normalda kofenin qiyməti 30 kronsa, tələbə onun yarısını alır. Məsələn, 15 krona. Və yaxud hər hansı bir əyləncənin qiyməti adi adult üçün 300 kronsa, tələbə onu 150 krona. Yəni bunları da mütləq izləmək lazımdır. Amma belə, yəni yaşayış xərcləri yüksək olsa da orta dərəcəli tələbə yaşayışı ilə çatdırmaq olur. Bu belə. Bu da ümumi yenə qiymətlərdir, amma dediyim kimi çox da güvənilir deyil. Çünki hər an hər şey dəyişə bilər. Məsələn, mən özüm artıq 2 həftədə Azərbaycandayım və bilirəm ki, qaydanda müəyyən şeylər qalxmış olacaq artıq. Belə. Məncə bura qədər ümumi belə yaşayış və sair digər məsələlər. Dediyim kimi məsələlər danışılasa çox məsələ var. Hansı appdən istifadə, nələr və s. falan ki, onlar da növbəti məsələnin işləridir və hər şey sizin üçün daha sumus olsun deyə biz təbii ki, dediyim kimi şəhər qrupları da yaratmışıq. Bundan sonra siz ona rahatlıqla müxtəlif şəhərlərə request atıb qoşula da bilərsiniz. Suallarınız olduqca orada yaza bilərsiniz. Çəkinməyin, rahat yazın, çünki orada hamı bir-birini tanıyır, hamı çox family ortamdadır. Çox kiçik bir sualınız, bəlkə məsələn deyək ki, o sual sizin axlınızda sizə çox absurd səslənir, amma o sualı belə yaza bilərsiniz. Hamı çox rahatlıqla cavablayacaq, həmçinin biz özümüz də. Belə, hər hansı bir sual varsa, indi də verə bilərsiniz, sonradan da verə bilərsiniz. Çox sağ olun qoşulduğunuz üçün. Ümid edirəm çox faydalı oldu. Düşünürəm çox uzun oldu, amma ümid edirəm məlumatlar rahat şəkildə ala bildiniz. Belə. Mən stop share eləyəcəm. Son bir məsləhətim var, qısa. Yes. Arrival day-də gələ bilirsə, Arrival day-də gəlin. Çünki məsəl üçün mən həqiqətən çox plusını gördüm. Həqiqətən. Düşünürəm ki, onsuz da ölkəni tərk eləmək, mentally, psixoloji, tək harasa getmək, bilmirəm, bəlkə ilkdir. Məsələn, məndə ilk idi. Çox kömək oldular. Universitetdən əməkdaşlar olur orada. Həm onsuz da məsəl üçün bilet atıram Turkish Airlines 40 kilo baqajla sizə uçuş haqqı verir tələbələrə. Atıram bir örnək. Yəni siz düşün 40 kilo ilə mən heç düşünə bilmirdim ki, mən necə gələcəm apartmana qədər. Onlar hər şeyinə qədər location Uppsala University inanıram ki, hamısı elədir, heç bir fərqi yoxdur. Məsəl üçün gedirsiniz birinci housingin açarını götürürsüz, ondan sonra universitetə sizi gəzdirirlər, ondan sonra gedirsiniz housing. Yəni əgər alındıra bilirsinizsə Arrival day-də gəlin, alındıra bilmirsinizsə də çox böyük problem deyil. Yenə də tapacaqsınız yolunu, yəni.
Amma həqiqətən Arrival Day-də gəlmiş biri olaraq düşünürəm ki, çox prosesi smooth elədi mənim üçün. Çox rahat oldu. Demək olar ki, elə bir də gördüm ki, okey, artıq hər şeyi yerləşdirmişəm, oturmuşam, hər şey rahatdır, hər şeyin yerini bilirəm. Belə. Çox sağ olun Nəzrin, məlumat üçün. Əlavə üçün. Belə. Məncə suallar varsa yaza bilərsiniz, yoxsa sonlandıra bilərik. Hər bir halda bunu və digər faydalı olan sənədləri mail üzərindən göndərəcəyik. Eləməyə çalışacağam mətninizi növbəti bir saat ərzində göndərim ki, sabahdan rahat-rahat baxıb proseslərə başlaya biləsiniz. Belə. Nothing from mən tərəfdən heç bir şey. Все. Çox sağ ol İlhamə, sənə də təşəkkürlərimizi bildiririk. Çox Məlumatları verdik. Sənə təşəkkür. Nə sualınız varsa qeyd edin qrupda. Okey. Onda məncə sonlandıraq qrupu zəngi. Görüşərik gənclər. Hamınızı İsveçin müxtəlif şəhərlərində gözləyirik. Əminəm ki, görüşəcəyik. Bu yaxınlarda Bakıda da tədbirimizi planlayırıq. Hopefully orada da görüşərik. Özünüzə yaxşı baxın. Ümid edirəm çox rahat prosesləriniz gedəcək. Belə, İsveçə rahatlıqla gələcəksiniz. Gecəniz xeyrə. Bye bye. Sağ olun.